Bismillahirrahmanirrahim. Ulu Tanrının adı və yadı ilə. Beyin mühəndisliyinə qarşı Türkçə əski kitablar proqramının 386-cı bölümün onun haqq adı ilə başlayıram. Gedək görək bu günləri hansı kitablar bizim şansımıza rast gəlir. Keçənki cəlsədə 4-5 kitab açmışdıq və son kitabları da əslində. Gedək görək ki, bu Divan-ı Sami nədir? Bunu oxuyamağa çalışarıq. Aynı halda görək ki, hətta ondan da bir neçə dana kitab açmışdıq. Bunu da açaq. Görək. Bu iki dananı bu günlük açaq. Dünən bunların hamısını açmışdıq. Görək ki, nə olur? Hamısı açıldı əslində. Bu tarixi Məkkə dünən oxuduq. Divan-ı Sami bugün açdıq. Tamam, bunlar da bizim kitablarımız. Hamısı açılıbdır. Tamam, birinci kitaba baxaq. Görək ki, bu birinci kitab, yəni Sami divanı nə deməkdir, kimdir, nə zaman yazıbdır, qonusu nədir, bunları bir və əl yazısıdır, yoxsa başqa bir yazıdır, onlara bir baxaq və görək nədir. Əvvəl kitabı kiçildirik ki, səhvəyə yerləşdirin, onun harada saxlanılır, nə vəziyyətdə saxlanılır, onu bir tanışıq. Cildi qoyublar bir ağ kağızın üstünə, ehtimalən cildin əksini görürük. Qərə bir su üzündə Osmanlı dövründə yaygın olan və təməddünün bir parçası olan, yəni Osmanlıqda yaranan, Osmanlı dövründə yaranan uyğarlığın bir nişanəsi də bu nəqqaşıdır ki, su üzündə çəkirdilər və burada ehtimalən qərə və abı rənglə bir nəqqaşı imiş. İkinci səhifəsində kitabın içində bir universitet danışqahı, yəni Toronto Universitetində ya bilim yurdunda olduğunu görürük. Yazıblar, paketi qoyublar cildin içinə ehtimalən. Bilmirəm ki, aynı nəqqaşıdır. Bura əlbəttə biraz fərqli nəqqaşıdır. Bununla aynı rəng ilə və ağ ehtimalən abı və qərə. Bu da görsənir. İndi yetişirik kitabın özünün içinə baxırıq. Biraz yekəltdim ki, qəşəng görək. Biraz da yekəlməyə ehtimalən yeri ola. Burada Sami Mustafa Divanı deyə adı yazılıbdır və 1965-ci ilin novembr ayının 29-unda bu kitabxanaya Torontoda gəlib yetişibdir. Kitabın keçənki cələsədə bir ayrı divanla tanış olduq ki, daş yazı idi. Yəni, keçənki cələsələrdə. Bu, onun tərsəsi. O şey kimidir, bu da tərsəsi bir nəzərimə gəlir ki, bir şeydir və içində də mühür qoyulubdur. Nəzərimə bu da daş yazıdır genə, amma mənim nəzərimə daş yazı gəlir, amma keçənki cələsədə bu kitabı dedi ki, əl yazıdır. Biraz da bunu kiçildədək. Bunu bildik ki, bu kitab feylən bizim əlimizdə deyil, Torontoda saxlanır, Toronto Universitetəsində və keçənki kitaba baxanda belə şey eləmişdik ki, bir dəlil ki, bunu mənə qane elədi, bu çapdır və hətta keçənki cələsə dedik ki, bu daş çapı da deyil, bəlkə qurşun türkçədə deyirlər fikirdən, onunla tökülmüş bir hərflə yazılıbdır. Onu mən dedim. İlləti də buydu ki, hərflər bir-birinə yapışanda arada bir qırıqlıq var. O qırıqlığın üzərinə hətta hərfləri nə cür
buna görə o birisi hərfindən yapışsın bir-birinə, yaxşı görsənsin, onu gözəl görsənsin, əl yazma kimi görsənsin, onu gördük ki, qəşəng gözəl bir qurğuşun töküblər. Amma hərflər bir-biri ilə qırıq olması bizə bunu göstərir. Məsələn, burada baxırıq, zəmir sözünə kəlmənin əvvəlindədir. Zəmir sözünə baxanda görürük ki, z zat mimdən qırıqdır. Mim y'dən qırıqdır, amma r-yə yapışıbdır. Yəni o yerdə ki, bu bəzi hərflər, məsələn, ənvar sətrin axirində, yəni misrəin, birinci misrəin axirində ənvar. Nun və vav bir-birlərinə yapışanda qırıqdılar. O yapışan yerləri qırıqdır. Əvvəldə dedim ki, bəzi yerlərdə, məsələn, B, ya, bunu əlifin, məsələn, əşasın biraz əyirlər, o yançını da biraz gətirirlər və beləsi yapışdırırlar bir-birinə. Yəni, gözəl bir əl yazma şeyi verə bilirlər. Amma mənə görə gəlir ki, bu əl yazma deyil. Məsələn, oftadə ikinci sətrdə, ya burada hələ baxsaq, məsələn, olursa sinlə h-in arasında çalışıblar, yapışdırırlar əl yazıya bənzər, amma qırıq olmanı görürük. Xakisaran hələ bu k ilə s-ın arasında o qırıq olanı görmürük, amma s ilə əlifin arasında əlifin əşası əyri olmağı görürük. Müstəid mim ilə sin ilə t-in arasında və eyn ilə dalın arasında o qırığı görürük. Feyz kəlməsində f ilə y-in arasında və y ilə z-ın arasında bunu görürük. Əltafda l ilə dəstəli t-in arasında və dəstəli t-in əlifin arasında bunu görürük ki, bu vəziyyətdə qırıqdır və mənə bu gəlir ki, bu hətta daş çapda deyil, bəlkə yəni bu 2-3 sətirdə mənə yetişər. Yəni 2 sətri misal vurdum, 2 beyti. Bu qədər yetişər ki, bunu qəbul eləyəm ki, bu nədir olubdur, bu niyə beləsi oldu? Aha. Bu əl yazma kitab deyil, bəlkə basma kitabdır, yəni çap kitabdır. Mən beləsi qəbul edirəm və bu cür görürəm. Fotokopu da, bunu da deyim, bu fotokopudur. Bunun əsli dahi bizə çox şey göstərərdi. Amma bu kitab fotokopu olduğu üçün bunu biz görürük. Düzdür, məsələn, bu kitabın dövrəsində çarçıvə çəkiblər. Çarçıvələr düz deyil, əyridir. Hətta bunu da mənim nəzərimə gəlir, belə və yapışmayıb bir-birinə. Mənim nəzərimə gəlir ki, bir çarçıvədir. Bunu kağızın üstünə qoyanda indi kağız əyrilir, ya bu əyrilir. Hər halda bir əyrilik oradan ortaya çıxıbdır, kağızın üstünə görünür. Əcəba nədən olmuş olar, onu da görə bilmirik. Kitaba ehtimalən su keçibdir. Ehtimalən ki, %99 mənim nəzərimə gəlir su keçibdir və o su burada qərə rəng kimi görürük ki, kitabın ora-burasında görsənir. Davam edir. Bu kitab 230 səhifə göstərir PDF-də. Çünki PDF-in hər səhifəsində bir dana bu şeydən qoyulubdur. Yəni hər səhifəsində bir səhifə qoyulubdur. Onun üçün biz də bunu burada beləsi görürük. Mən biraz sürəti çox atdım ki, biraz bunu gedək qabağa görək ki, nədir, nə deyil və bunun haqqında. Kitab 108-ci səhifədə, yavaşcana burada yazım kiçik bir şey. Kitab qurtulur və 2-ci bölüm başlanır. Bir səhifə ağdır və sonra aynı o bir elə əvvəldə bir nəqşə çəkmişlər bunun başı üstünə. Hətta bu da göstərir ki, bu çap bir şeydir. Yəni bu əllə deyil, əl nəqqaşlığı deyil. Yəni çox belə bir Tarixi Viladəti Sultan Məhəmməd deyə buradan başlayır və Tarixi Sədarəti Əli Paşa. Fikir məsələn bu Əli Paşanın bunu görmüşük. Yəni biraz bəlkə fərqli görmüşük, amma aynı buna bənzədirəm mən. Görürüm ki, bunun öncədən biz bunu görmüşük ya yox. Adın Divan-ı Sami burada dedi, amma qabaqca bir dənə Divan Ruhi Bəğdadi görün buyurdu. Yox, bu Əli yazmadı, bu Ruhi Bəğdadi. Əli yazmadı.
Divan-ı Rağib. Şimdi bu Divan-ı Rağib olacaqdı. Yox, bu əlyazmadır. Divan-ı Rağib də əlyazma olandan sonra Cəlal bəy. Yox, bu da əlyazmadır. Mən o istəyirəm görüm ki, aynı İttifaqən bu çox gözəl bir, yəni əcib əlyazmadır. Bunu oxumasında da çox zorluq çəkdik. Divan-ı Nəcati. Amma mən bir dəfə divan gördüm ki, aynı bu xətt ilə yazılmışdı, amma çox əcibdir. Necə oldu bu? Yəni bir dənə bu cürsə bir divan görmüşdüm, amma indi tapa bilmirəm onu. Nədənisə. İndi gələk hər halda bunu davam eləyək. Bu ikinci bölümü də aynı, yəni istədim deyəm ki, bəlkə aynı adam yazıb. Ona bir şək kim bunu düşdü ki, bəlkə aynı adamdır. Çünki qonular aynı kimi görsəndi gözümə. Nəxcəvanı aldı Sultan Əhməd Ali Cənab. Bu da calibdir. Bu da Nəxcəvanlıdan da bir ad gətiribdi. Samiya. Bu kimdir? Təbşirdir ya Təbrizdir. Beləsi bir kəlmə gördüm. Samiya. Təsir billə tarixin dedim. Təyşir birlə. Təyşir sözü ilə ehtimalən tarixi deyibdi. Kitabın əşyasında da gələk o bir səhifədə nə yazılsa onu deyəcəkdi. Birinci bölümdəki bir tarix görmədim mən axırında. Aha, burada təzəşdən yenə qurtarır. Tarixi vəfat. Tarixi vəfat kimin tarixidir? Burada da umarım bu səhifəni də oxuyarıq. Yəni 155-i də burada yazaq. Burada bir baxarıq görürük. Bu kitabın fəqət tarixini istəyirəm. Çünki mənə burada qurtarır, bir ayrı 2 səhifə boş qalır və təzəşdən Qəzəliyyat başlayır. Aynı dedim, mən bu kitabı nəzərimə gəlir görmüşəm, amma Sami bir əcəba Sami adı ilə bir şey görmüşük ya yox, ona bir baxalım burada. Musa İbri. Yox, yazmamışam onun haqqında. Fikrim o kitablardandır ki, silmişəm də. Onun illəti bu olacaqdı. O kitabı mən silmişəm. Ona görə görmürəm. Bu da iştibahdır bu işi görmək. Kaş silməyəydik. Bu da bizim bunu da öyrəndik ki, siləndə beləsi bir qonuya rast gələndə ki, əcaba bu həman deyil. Onda bir çətinlik çəkirik. Mən inanıram ki, 3-4 cələsə bundan öncə də deyildi. Yəni, bu 3-4 cələsənin içində idi. Hər halda burada divanın sonunda tarix buna qoyubdur. Bu tarix bizə çox önəmlidir. Buna bir baxaq şuraq ki, bu son səhifədən Tuğindigədi ləbi nizarə ul-lə'li şəkər
xəndə, müjəm çubi nəbata döndü, dedim şişə qəndə. Gəl ey sufi içib cam-ı tuhuri, səlb et idraki, bu qıdsilər məqamidir, qoməzlər bunda napaki. Bunlar hərəsi bir beytidir, yəni iki izafi deyil. Suxanım bədrəqi rahi kəmal oldu bana, qələmim şəm'i şəbistani xiyal oldu bana. Bu da bir beytidir, qutardı. Cəm gəldi incə cəridə nami, cəm کرد این جریده نامی کمتر از ذره مصطفی سامی. تم طبع هذا الدیوان به اون الله الملک المنان به مطبعت صاحب السعادة الابدیه به بلاغ مصر الحمیه eyni həman olacaqdı. Yəni mənim nəzərimə hətta həmandır. Çünki əlbəttə orada bulaq yazmamışdı, elə bir yazmışdı ki, bəlkə də o idi. Çünki Misr el-Həmiyyə fi əvaxir şəhr Rəbiyül Axər sənəyi 53 və 50 və 200 bədə əlif 1253 min hicrətin mən ləhul izzə və şərəf 1253-də burada da aşağıda yazmışmış bir nəfər sonralarda bu kitab yazılıbdır. Bizim hər halda dediyimiz şeydən aşağı olduğu üçün nəzərimə gəlir ki, bu əvvələn bir şey mətbəədə çap olub. Yəni mətbəə ki sözü gəldi, yəni çap. Hətta bunu bir iş görək, yazıq ki, bu səfər biraz da gedək irəliyə. Bunu açaq, görək ki, bizə nə deyir bu haqda. PDF-ə verək, görək. Geçən dəfə bu işi görmədik ki, verək Cimnaya, yəni ayların birinə verək və ona deyək ki, bizə bu qəziyyə nədir bu kitabın haqqında. Bu çağa, bunu şey elədim, iştibah oldu. Bu kağızı yazını burada bir iştibah. Gene bu niye beləsi olur? İştibah olur beləsi. Kağızı yazını ve tarihi bizim üçün analiz eder misin? Görək ki, bu haqda bizə bir söz verir, ya vermir və ya nə deyir. Bu, hər halda 130 il bundan qabağın kitabıdır. 137-8 il bundan öncənin kitabıdır. Bu şəkildəki sənəd Osmanlı türkcəsində yazılmış bir mətbu kitabın divanın son səhifəsi və ya xatimə bölümüdür. Bu yazı kitabın hardan, nə zaman və kim tərəfindən çap olduğunu haqqında önəmli bilgilər verir. Aşağı çap görürsünüz, burada çap kəlməsini işlətdi. Çünki mətbəə yəni çap. Aşağıda bu sənədin dəsxətli məzmunu və tarixi təhlilinə görə, burada indi dəsxət dedi genə. Yəni bu cürsü belə bir şey doğru gələ bilməz. Ya çapdır, ya da dəsxətdir. Bu ikisindən biri ola bilməz ki, həm əl yazı ola, həm də çap ola. Yazı və məzmun təhlili. Bölüm belədir. Şeir bölümləri. Yuxarıdakı 2 misra və ondan sonraki bölümlərdə türkcə şeirlər yer alıb və ləhu müəllifə aiddir kəlməsi ilə başlanan bu bölümlər müəllifin öz qələmindən çıxan beytilərdir. Cəm edən katib naşir. Burada cəm kərdə incəridə nami, kəmtər əz zərri Mustafa Sami. Bu Mustafa Sami divan sahibidir. Cəm eləyən deyil. Düzdür, cəm eləyən yazıb burada, amma yazandır, yəni divan sahibidir. Bu sətirdə bildirir ki, bu məcmuəni, cəridəni Mustafa Sami adlı biri toplayaraq tərtib etmişdir. Toplamaq burada deyibdir, amma məncə bu deyil.
Çap çünki şeirlərin bir çoxunda mən adını gördüm, ona görə deyirəm. Çap bilgiləri. Kalifon. Kalifon nə deməkdir? Mətndə bu ibarət oxunur. Təmmə təb'ü hazə divan bi unillahil məlikil mənnan bi mətbəəti sahibi səadətil əbədiyyəti bi bulaq misril məhmiyyə. Bu o deməkdir ki, bu divan Allahın köməyi ilə Misrin Qahirə bulaq məntəqəsində, Qahirəndə ehtimalən bulaq məntəqəsi Qahirədə olur, yerləşən məşhur bulaq mətbəəsində çap edilmişdir. Tarixin təhlili. Sənədin ən önəmli hissəsi yazılmış tarixidir. Ərəbcə mətndə fi əvaxir şəhri Rəbiül axir sənə 53 və 200 bəd əlif, yəni 1253-dən hicrətdən sonra yazılıbdır. Rəqəm ilə mətnin aşağıdakı da yazılıbdır. Miladi təqvimə görə Rəbiül-Sani. Önəmli nöqtələr. Bulaq mətbəəsi. Bu mətbəə 1820-ci illərdə Məhəmməd Əli Paşa tərəfindən qurulub və İslam dünyasının ən tanınmış və keyfiyyətli mətbəələrindən biri idi. Bu divanın orada çap olunması onun o dövrədə önəmli bir əsər olduğunu göstərir. Mustafa Sami bu şəxs böyük ehtimalla o dövrün məşhur Osmanlı diplomatı və yazıçısı Mustafa Sami Əfəndi məşhur Urupa Risaləsinin müəllifi. Urupa Risaləsi yazıb ehtimalən deyir. O bir müddət Misirdə də fəaliyyət göstərib. Bu cəlibdir, bu Urupa Risaləsi oxuya bilərəm. Bunu o risalələrdir ki, biz o zamanlar yavaş-yavaş da keçirik, Urupalılaşmaq fikri keçir zehnimizə. Yavaş-yavaş keçirik. Yəni bu adam özü də onun şeyinin altındadır. Buna baxmalıdır. Yəni xülasə bu sənəd filan onu ötürək. Əcəba bunu tapa bilirik. Mustafa Urupa Risaləsi müəllifi Mustafa Safi Əfəndi görün bunu tapıb indirə bilirik. Əslən burada deyək. Əcəba Mustafa Safi Əfəndinin Risale-i Urupa Risaləsi adlı kitabı bula bilərmisin deyə soruşaq görək ki, bunu bizə bula bilərmi ya yox? Bu cəlib olar əgər tapsa. Bəli, Mustafa Sami Əfəndinin Urupa Risaləsi adlı əsəri Osmanlı ədəbiyyatı və tarixi baxımdan çox önəmli bir kitabdır və müxtəlif qaynaqlarda tapılması mümkündür. Bu kitab haqqında bəzi faydalı bilgilər və onu necə əldə edə biləcəyiniz barədə açıqlamalar. Kitabın önəmi və tarixi. Tarix bu risalə ilk dəfə 1256-cı hicri ilində 1840 miladidə İstanbulda Təqvim Vəqai mətbəəsində çap olunmuşdur. Məzmun Mustafa Sami Əfəndi Parisdəki Osmanlı səfirliyində çalışdığı illərdəki müşahidələrini bu kitabda toplamışdır. O, bu əsərdə Avropanın mədəniyyət, təlim, tərbiyə və texnoloji sahəsindəki inkişafını təsvir etmiş və Osmanlıda mədəniyyət kəlməsinin məşhurlaşmasında böyük rol oynamışdır. Yəni deyir ki, bu mədəniyyət kəlməsi o zaman yox imiş. Bu kitab həm Osmanlı türkçəsində və həm də müasir türkçəyə sadələşdirilmiş şəkildə mövcuddur. Digital və açıq qaynaqlarda Türkiyənin Atatürk Kültür, Dil və Tarix Yüksək Kurumu kitabxanasında bu kitabın nüsxələri qeyd olunubdur. Akademik arşivlərdə məsələn Dərgi Park və ya bilim ilə bağlı saytlarda bu risalənin tamam istəmir bunu gətirsin. Əcəb biz onu eləyə bilsək, nə mənə yazıbdır ki, bu əsər müxtəlif zamanlarda modern dövrədə də yenidən nəşr edilib. Kitab satılış saytlarında Mustafa Sami Əfəndi Avropa Risaləsi başlığı ilə axtarmaqla mümkündür. Tamam, bunu biz burada verməyəcəkdir. Biz bunu yavaşcana buradan tapaq.
Kopi eləyək və gedək burada YouTube-un özünü açaq. PDF-in gətirsə, biz bunu şeylər... Bu latincədir. İlk bunun latincəsini yox, ərəb əlifbası ilə olanı gətirə biz eləyə bilək ki, (1268) tarixi burada vurulubdur, amma bunun yenə də latincəsini görürük. Mən latincəni biraz çox yavaş oxuduğum üçün istəmirəm ondan oxuyam. Amma istərəm ki, bu adamın düşüncəsini görəm və üstündə bəhs eləyək, görək, acaba mən düz deyirəm. Yəni, mən düz anlayıram ki, biz yavaş-yavaş keçən 250 ildə öz hər şeyimizi unutmuşuq və batılılaşmışıq, yoxsa yox. Onu göylüm istər ki, anlaşaq və görək ki, nə olur. Burada yazsaq bəlkə ərəb alfabeti ilə ərəb alfabeti ilə görək belə bir şey tapır gətiririk. Təəssüflə gətirmir, amma bəlkə qalanını da bu şəkildə yazsaq. Mustafa Əfəndi. Mustafa Sami Əfəndi'nin Avrupa Risaləsi. Avrupa Risalesi. Bunu buradan silməmişik. Silsək bəlkə. Gətirmir belə bir şey. Qalsın. Hər halda önəmli bir sənətdir, amma hər halda o göstərdi ki, bu hesablayaq bunu. İndi 1447-ci ildir yox və bundan çıxsaq 1250 neçəydi? 55 və 53 çıxsaq 194 il bundan öncə olur. Ona görə bunu qoyuruq qırağa. Eyni o kitaba taydı, ya da elə o kitabdır, amma bəlkə də o kitab deyil, amma eyni yerdə çap olmuş görünür. Mən mövzuların da bəzisini hələ oxumaya o cür gördüm. Divan-ı Sami ölüncə pərdə bərəndaz nəzər çeşmi şuhud göründü ayine-i dildə çehre-i məqsud dil oldu oluncadır, o da ölüncə oxudum, qələt olacaq. Olunca pərdə bərəndaz çeşmi şuhud göründü ayine-i dildə çehre-i məqsud dil oldu qərqə be nur-i müşahidat-ı cəmal təməvvüc eylədici dəmdə bəhr-i eşq və dud. Nə eşq baisi həsti afəridə-i qeyb, nə eşq illət-i icad aləm-i məşhud. Beləsi bir şeirlə başlanır və Həzrəti Muhammedin haqqında bir şeir deyibdir, belə başlanır. Kəmal-i zatinə münzəm həqaiq əşya, ülüv-i şəninə muxtəs şüun-i fitrət bud. Zuhur-i cevher-i ferd-u vücudidir bizzat, bədai ərz mümkünatiden məqsud. Çu nöqtə kar nəxustin həlqi pərkar, vücudidir səbəbi dövr çərx naasud.
Görürsünüz ki, belə bir dil ilə davam edir. Bunu məncə oxumağa dahi bu qədər yetər. Gedək bu ikinci kitaba baxaq, görək bu nədir. Nəzərimə bu kitabın nəqqaşısı ilə mən tanışam, cırığı ilə də tanışam, cırıqları ilə də tanışam. Bu kitabı oxumuşuq öncədən. Səffətül Səffətül Şəfa Şeyx Səfiyyəddin Ərdəbili Təbriz Milli Bitik Evi. Bunu oxumuşuq, qabaqdan görmüşük, baxmışıq. Məncə ehtiyac yoxdur, bunun üstündə danışmışıq. Çünki elə bu üstdə ki, bu oxundu, gördüm ki, bunu mən oxumuşam və kağızın cırıq olmağını da öncədən açıqlamışam. Bu da mənim nəzərimə öncədən danışdığımız üçün bunu əslən silah bu şeyin içindən, listimizin içindən geçsin. Çünki bunu delete elədik getdi. Onu öncədən oxumuşuq. Şərh-i Məsnəvi İsmail be zəbani Türkçe ehtimal verirəm ki, Əl-Cildi Sabi min Şərh-i Məsnəvi, bunu da fikrim oxumuşuq. Li İsmail Haqqı Həzrətlərinin 7-ci cildi, bunu da fikrim oxumuşuq. Yenə də mənim zehnimdə o cür qalıbdır. Hazihin nüsxəti şərifətü vəl məcəllə oxuram, nöqtəsizdirlər bunlar, ona görə. Burada indi bir şey də yazıb, onu oxuyamirəm. Əl-məcəllətül müstəqim ehtimalən ya nəmənə min oqafi sultanül qərrat və qəzzat ola ehtimalən ola bilər və mücahidin xülasətil mail və tin əs-sultan ibn sultan əs-sultan əl-qazi Mahmud xan la zalət dövlətəhu baqiyyətən ilə axir zaman. Dediyim kimi, nəzərimə gəlir ki, bunu mən oxumuşam və bunu görmüşük. Beləliklə, bu kitabdan da mən istəyirəm ki, vaz geçim. Əlbəttə, bir baxaq, heç olmasa indi ki, gəlmişik, bir baxaq buna da. Gördüyümüz kimi, əl-yazıdır bu, çap deyil. Burada cild sabi, bu da calibdir. Vəcidə Cild-i Sabi bir tarixi səneyi 814. Bu kitab 7-ci cild. Sabi 7-dir. 7-ci cild, yəni bu kitabı tapılmayıbdır. Bilinmir ki, cildləri hardadır. Bu cild 814-cü ildə tapılıbdır. Yəni bu kitab tapılan ilin ki, burada yazıblar qıraqda, onu hesablasaq, bilmirəm geçən seri bunu hesablamışıq ya yox. 1447-ci il deyiq, bundan çıxsaq 800 dedik neçə? 14. 814-cü ildə bu tapılanı odur. 633 il bundan qabaq yazılmış bir kitabla, əl-yazı ilə qarşılaşırıq. Bunun adını yazın, bu da tarixinə görə fəqət çox önəmlidir. Şərh-i Məsnəvi qalsın burası tarix. Tarixi, mən bunu kəşf yazıram. Əlbəttə, niyə farsızca yazıram ki? Tapılış tarixi. Tapılış tarixi 814 Hicri qəməridə tapılıbdır. Bu birincisi şey ki, burada gördük, nə yaxşı ki, bağlamadıq, ehtimalən geçənkində buna diqqət eləməmişdim. Bəlkə bu bir ayrı yazıdır, kitabdır ona görə. Bəzi kəlmələr qırmızı yazılıbdır, bəzi kəlmələrin ərəbcə ehtimalən yazdığı üçün səs də qoymayıb üstünə, erab da qoymayıbdır. Onun başının üstündə xətt çəkibdir, qırmızı xəttinə, bəzi virgüldən istifadə edibdir. Bəzi hərflərin fəqət əvvəlin yazıb. Məsələn, eyni yazıbdır. Nə deməkdir? Onları bilmirəm. Kitabın səfəsinin təqribən demək olar ki, yazıya o qədər yer olmayıb qıraq yazıya. Hər səfənin sonki səfə hangi kəlmə ilə başlayacaq? Hər vərəqin o birisi vərəq hangi kəlmə ilə başlayacaq? Onu aşağıda yazıbdır. Bir çox kəlmələri sirqərəliyiblər. Yəni ki, bu kitab demək olar oxunubdur, diqqət olunubdur ya da birinci ilə yazıdır.
Əgər səhv eləmirsəm, keçənki kitabda, əgər səhv eləmirsəm, nəzərimə gəlir ki, bir nəfər danışıbdı, bir nəfər də yazıbdı. Əcəba bu yenə aynı vəziyyətdədir, yoxsa bir fərqlidir? Bu kitab 320 səhifədir PDF-də, yəni 640 səhifəlik bir kitabla qarşı-qarşıya gələcəyik. Onun üçün mən bu kitabı biraz sürətlə çoxaldıram. Burada bir qıraq yazı da görürük. Yazıma gəlir belə bir yazı orada da görmüşdük. Burada su tökülübdü. Acaba yadımda deyil ki, su tökülmüşdü. Onda da bu səhifəyə ya yox. Yazı, amma yadıma gəlir. Bəzi şeylər yadıma gəlir burada. Kitabı biraz sürətini çoxaldıram. Kitabın ortasından cırıqları da görürük. Bir çox yerdə kitabın üstünə xətt çəkilibdir. Bu bunu göstərir ki, şarih Mövlananın kitabından Məsnəvini oxuduqca onu açıqlamağa çalışır. Ona görə də çox ondan oxuyur və özü də onlara şərh edir. Gedək görək ki, bunun axırında bir tarix yazıb. Əgər yadımda qalsa, mən bunu axtardım da ki, o birisi cildlərini tapam. Çünki çox mənə önəmli gəldi. Amma tapa bilmədim. Burada axırda bir tarix yazıbdır. Bu da o tapılan tarixindən fərqli olacaq qətən. Həbibçə, gedək biraz da arxadan görək ki, bunu nə yazıbdır, Həbibçəyə yetişdi. Müəllifihi, müəllif nə yazıbdır? Bəhəmdülillah, tamam oldu bu nüsxə. Burada müəllif yazan hər kəsdir. Deyir ki, əlbəttə bu axirində də baxaq, biraz da dalılıq gedək, görək ki, həmişə həsbiyəllah və ni'məl vəkil diye söyləyəvüz və ədəd olənləridən xof və həzər qılməyəvüz və la təxafuhum və xafuni ayətinin mucibincə əsali həzrəti ehtimalən əsali yazıbdır, əsli olacaqdır. Əsali həzrəti həqdən qeyridən xaif olmayəvüz dəxi və la yəxafunə loqu layim. Loqə layim, belə bir şeydir. Lövmə layim və la yəxafunə lövmə layim ayəti kəriməsinə həsəbincə layim olənlərin, layim yəni onları ki, danlılar, onların lövmindən qorxmayıb. Qul əl-haqqi və ləv kanə mürrən, haqqı deyin və illa ki, hətta acı olsa belə. Hədisinin tibqincə kəlam haqqı söyləvüz və həsbiyallah və ni'məl vəkil deməklə bu nüsxə xətm eyləvüz. Li-müəllifihi bəhəmdülillah tamam oldu bu nüsxə. Ədüv olmadı qadir bunu fəsxə. Ədüv olmadı bunu fəsxinə. Muradım budurur haqqı həzrətindən, bunu məqbul edə bu bəndəsindən, dəxi uşşaq içində edə məhbub, qilə taliblərin gövgünündə mətlub. Yönə nazir olan əshab-ı irfan, bula yekə görməyələr bunda nüqsan. Ümidim budur əhli hünərdən, bunu məzur edə buyi bəsərdən. Fəinni və in kuntu qavmi əz-zəif, fəinni və in kuntu qəviyyul zəif və kamilun nüqsan, ariyən ənil ulumi və xaliyən ənil irfan və ədimil bəsəri və xabiyən ənil əz'an. İlla ənəhu la i'timadi ələ əhaiyyəl kərəmi və əshabil qulub. Ehtimalən əhaiyyəl kərəm və əshabil qulub. Ən la yənzuru mən
امثالنا لا ينظروا من امثالنا الى العیوب و ان یعذب دونی فی ذلة صدرة انی اذا الانسان لا یخلو عن السهو و النسیان الا ينظر لما قاله ابن العباس اول اول انفاس ربنا لا تأخذنا ان نسینا او اخطأنا واعف عنا واغفر لنا وارحمنا انت مولانا فانصر على المنكرين الجاهدين ربنا تقبل منا انت السميع العليم وتب علينا انك انت التواب الرحيم واهدنا الى الحق والى طريق المستقيم توفنا مسلما والحقني بالصالحين وصلي وسلم على نبيك محمد سيد الأولين والآخرين وعلى سائر الأنبياء والمرسلين وعلى آل نبيك وأصحاب حبیبک ecmaîn amin ya rabbel alemin. Təmmət hazihi nusxa. Onları oxudum ki, bəlkə orada bir şey yaza bilər. Onları görmədik, adını yazmadım. Təmmət hazihi nusxa əş-şərifə fi zəməni dövləti sultan Səlatin. Hangi zamanda yazılıbdı, qutarıbdı. Bu nusxanın yazması ha, yəni bəlkə o adam qabaqca danışıbdı. O şeyx, əgər səhv eləmişəm, şeyx İsmail Həqqiyə gedəcəkdi. İsmail Həqqinin də haqqında tarixinə öncədən bu kitabı danışanda danışmışıq, özünün də haqqında çoxlu danışmışıq. Bəlkə o adamdan bir 50 kitabca rast gəldik bu 700 kitabın içində. Təmmət hazihi nusxətə şərifətə vi zəməni dövləti sultan Səlatin və kəhvi əmanil xavaqin Sultan ibn Sultan az Sultan Murad Xan ibn Əhməd Xan ibn Məhəmməd Xan ki bu oldu 4-cü Murad ya 2-ci Murad. 2-ci Murad ki Murad Xan ibn Əhməd Xan ibn Məhəmməd Xan. Bu da yazaq burada. Çağ yazsaq. Sultan Murad Xan ibn Sultan Əhməd Xan ibn Sultan Məhəmməd Xan. Xan ibn Murad Xan yenə də. Məhəmməd Xan ibn Murad Xan. Ehtimalən 2-ci Muradı göstərir burada. 1-ci Murada getdi, yetişdi. خلدا زلاله و یسره مراده و آماله فی کل اوقات و حین فی سنه tarixin yazıbdır ki, tarixi nüsxədə, özdə üstədəki nüsxə. Biz də nüsxə yazırıq ki, aynı olsun. Tarixi nüsxə nədir? Fi sənəyi خمسة وثلاثين وألف من müheyrət seyyidül mürsəlin. Min hicrət olacaqdı da, müheyrə oxudum. Əlbəttə ehtimalən də müheyrə oxulacaqdı, amma beləsi oxudum. Məsələ cəlibdir ki, bu şey oldu. 1053-də bu kitab yazılıbdır. 1053 Hicridə bu kitab yazılıbdır. Və əvaxir şəhr Zilhəccə fi yevmil xəmis bi unillahil məlikil mu'in və elhamdülillahi rabbil aləmin. Kitab hududən 400 ildən biraz az öncə yazılıbdır. Çox az. O qədər şey olmur. 1447-ci il deyirik. Bundan çıxsaq 1053 394 il öncə deyir. Yəni bu kitab yazılıbdır. 394 il öncə
yazılmış. Yazılmayıb da bir də nüsxə olubdu da, istinsaq olubdu. Bunu bildik və öyrəndik. Bunun əvvəlinə də bir baxaq ki, orada indi bir şey yazmışdı, biz onu gördük. Görək əcəba belə bir şey də orada görürük, yox. İsmail Həqqinin bir tarixinə baxaq görəcəyim. Vaqif və Arif olan İsmail yazılır da, qələt yazdım. İsmail Haqqi haqda tarixləri də Hicricə yaz və bilgilər ver. Görək ki, İsmail Həqqi Həzrətlərin özünün haqqında neçədə yaşamışdı. İsmail Həqqi Bursəli, düzdür, Ərzurumlu. Dedik ki, Hicri yaz, amma yenə də bundan götürübdür, şeylə yazıbdır. 1063-də doğulubdur. 50-də kitab yazıla bilməz. Yəni 1053-də kitab nüsxə olsa, bu 1063-də doğulsa əgər, bu kitab nüsxə olandan 10 il sonra doğula bilməz yəni. Yəni dedi ki, nüsxəni yazıbdır 1053-də. Düz 10 il sonra olur. Yəni bu kitab nüsxə olandan 10 il sonra bu Bursalı. O haldakı kitabın bu səhifəsində yazıbdır ki, bu kitab 800, burada 2-ci səhifədə, yəni 1-ci səhifə Bismillahla başlayıb, 2-ci səhifəsində yazıbdır ki, Vucidə cildus sabi fi tarixi səni 814. Bu 7-ci cild 814-də tapılıbdır. Gedək görək bu kimdir? Ona görə burada bəlkə bu İsmaili yazıblar, biz onun üstündə qəzavət edirik, başında yazıblar, bəlkə o düz deyil. Bismillahirrahmanirrahim və bihi nəstəyin. Bismillahı biz dedik, elə şarih və bihi nəstəyinlə başlayır. Elhamdülillahillazi ca'alel məsneviyyə el-mə'neviyyə el-ilahiyyə el-rəbbaniyyə misləs səmavati səb'i səb'ə təbəqat. Şükür olsun Allah ki, məsnəvi mənəvini elə eləyib ki, 7 göylərin 7 qatı kimi. Yəni 7 qatlı eləyibdir. Məsnəvinin özü də 7 qatdır. Və həyyərə əbyatihi əl-munirətəl məziətə kəl-kəvakibi əd-dərari və nücum-i sabiqat-ı sabisat. Belə bir şeydir. Oxuya bildim, oxuya bilmədim. Liyəhdədi biha əs-salikûnə fi zülümati əl-əvhami fi zülümati əl-əvhami və şübəhat. Ta bundan ulduzlar kimi eləyibdir bunu ki, bunun beytiləri ulduzlar kimidirlər göydə. Bundan ovham və şübhə içində olanları düz yola aparsın. Və liya'ləmu min məratibəs suluki vəl məqamat. Bilsinlər, məqamat-ı sulukdan xəbərləri olsun ki, mən bilmirəm, onun üçün də deyə bilmirəm nədir. Vəssalatu vəssalamu alə xeyri xalqihi xalqillah, xeyri xalqillahi Muhammedun unzilə əleyhil Qur'an ələ səb'i lüğatin və səb'i qərat. Burada bir şey deyir ki, Qur'an Həzrəti Muhammedə 7 dildə və 7 lüğətdə. Çox gözəldir, bu gözəl sözdür. Yəni, İslam dünyasında mən birinci dəfə eşitdim. Bəlkə çox yerdə bunu deyiblər, amma vəssalatu vəssalamu alə xeyri xalqillahi. Bəli, Muhammedin xeyri xalqillahi Muhammedun unzilə əleyhil Qur'an, ona Qur'an indirildi, indirildi, ənzələ dedirsək, indirdi Qur'anı, ona ələ səb'i lüğat, 7 dildə və səb'i qəraat və 7 cürə qəraət ilə. Yəni, burası biraz şeyə düşür. Əcəba Qur'an, məsələn, 7 dildə gəlsə, bu 7 dildir.
Amma 7 qəraətinə, yəni əcəba 7 dilin hərəsinin qəraətini nəzərdə tutur, oxumasın, yoxsa ərəbcədə Qur'anın özün 7 cürə oxumaq olar kəlmələri. Çox mühümdür. Çünki əgər ərəbcədə olan Qur'anı biz 7 cürə oxuya bilsək, bu çox şey dəyişdirər. Çox bir şeylər dəyişər. Və ətahullahu səb'ən minəl məsani və əyyədəhü bil mü'cizati və ələ alihi və əshabihillezine kəmməlu nüfusəhum biz fəzaili vəl kəmalat və bələğu bi husnil mutabəəti iyyahu ərfəüd dərəcat. Ehtimalən dərəcat olacaqdır, düşməyibdir, yox düşübdür üzdür. Və əla əlifi fat, bu nə deməkdir bilmirəm. Amma bəd, həmdülillah təqriril əmdülillahil əzizil qəfur və səlatu və səlam alə Muhammedin şəfi'i yevmən nüşur. Bu fəqir purqüsurun əksər zamanda qəlb purfuturinə bu əndişə və xatirə xutur və murur eylərdi ki, Allahu Təbarəkə və Teala Həzrətləri əksər əşyayı 7 ədəd üzərə icad eylədi. Yadıma gəlir ki, bunu oxumuşuq bu kitabı. Və Həzrət Muhammed Mustafa'ya dəxi ənzəlil Qur'an əla səb'i əhruf hədisinin məfhumi üzərə Qur'an-ı əzimi 7 lüğət və 7 qəraət üzərə inzal qıldı. Və dəxi və ləqəd ətəyna səb'ən minəl məsani vəl Qur'anil əzim ayət-i kəriməsinin fəhvası üzərə xassətən ol xəsait süb'əl məsani e'ta eylədi. Xəsalə-i ol xassətən ol xəsalətü səb'ül məsani e'ta eylədi. Pəs vəli kamil oldur ki, əxlaq-ı ilahiyyə ilə təxəlluq və usaf rəbbaniyyə ilə ittisaf və təhəqqüq qılə. Və onun rəsuluna varisi əkməl olə və hər nə şey ki Həzrəti Xudaya əhəb olə ol vəli kamilə dəxi əhəb olə və hər nə vəsfi ki Həzrəti Nəbi müctəbaya ola gələ ol varisi fazilə dəxi ola gələ. Həzrəti Xudaya vətr əhəb olan şeylərdəndir. Nitəkim Həzrəti Rəsul Əkrəm. Görürsünüz ki, mən istədim əvvəldə adını tapaq, bu böyük şeyxin adını tapmadıq. Hardan bu adam deyib ki, ikinci səhifədə deyib bu kitab tapılıbdır. Gedək bunu, buranı istəyirəm, bunu gələm oxuyam. Deyir ki, burada bir ayə oxuyur, davam edir. Və cahi və hüvəlləzi xələqəs səmavati vəl ərzi fi sittəti əyyam ayi. Belə bir ayə var Quranda ki, və hüvəlləzi o Allah ki, xələqəs səmavati vəl ərzi göylərlə yerləri, üzrəm yeri. Göylər cəm bağlayıbdır, səmavat cəm səmadır, vəl ərz yəni bir dana yer. Göylərlə yeri fi sittəti əyyam 6 gündə yaratdı, xəlq elədi. Deyir bu ayə-i kəriməsində olan nüşdi şərifə və dəxi eyni 6 cəhət ranurdə az 6 səhəf. Nə deməkdir bilmədim, oxuya bilmədim, yəni anlamadım nə dedi. Və dəxi eyn hərfi yazıbdır, ona görə mən bunu eyn dedim. Və dəxi eyn nə deməkdir, orada əyn hərfi yazılıbdır, nə deməkdir bilmirəm. 6 cəhət ra nur de, ehtimalən farsıca yazıbdır. 6 cəhət ra nur de az 6 səhəf. Beytində, belə bir beyt var imiş ehtimalən. Şiş cəhət ra nur de az 6 səhəf beytində olan işarət lətifə. Mən bunu beyt oxuram, amma beyt oxunmur. Beytində oxuram mən, amma o cür oxunmur. Ehtimalən də oxunsun, orada nöqtə üstəki əgər hesablasaq. Beytində olan işarət-i lətifə vasitəsilə dəst-i fikrət bu
xatuni xanə dildən dəf eylərdi. Amma xatirəyi əvvəl xanə dildə ziyad caygir olduğundan izaləsi mümkün olmayıb. Hətta bu fəqir və həqir 1030 tarixində. İndi baxın, bu adam bu şərhi verən deyir ki 30 tarixində, axı necə ola bilər? Onda bu 800 ildə tapılıbdır. Görək, oxuyaq. Deyir ki, bunu burada yazaq bu tarixi. Hətta bu fəqir və həqiri 1030 tarixində bu kitabı bimisli və binəzirün şərhini təhrir eyləməyə şuru eylədikdə, yəni bu özü yazıbdır. Tərhi. Yəni deyir ki, bu kitabı 1030-da yazmağa başlamaq tarixi. Özü deyir ki 1030'da 1030. Kitabda 1050'də axırda tarixi gördük. Yəni axırda bir dənə 1053 vurmuşdu. Amma deyir ki 1030'da başlayıbdı bunu yazmağa bu kitabları. Bu həqir və fəqir 1030 tarixində bu kitabı bimisl və binəzirün şərhini təhrir eyləməyə şuru eylədikdə Dibatı Ərəbiyyə ilə 18 beyt şərif bir cild etibari təqdir olunmuş və bu nüktəyi işar eyləmədən ötürü ol məhəldə bir xütbəyi bəyan olunub və səb'iyyə, burada bir şey yazıb oxuya bilmirəm, səb'iyyə tək fəzailinə mütəəlliq bəzi əqavil və dəlail yazılıb, onda təbir və təqrir qılınmış idi. Pəs neçə müddəti mədidə murur və uhud bəidə ubur edib təhririmiz cildi xamüsün nisbinə gəldikdə 5-ci cildin ortasına yetişdikdə və hicrət-i nəbəvinin, yəni il, indi 5 ili neçə il yazıbdı? 1035 sənəsi, dedi 1030'da başlayıbdı, 5-ci hər il bir cild yaza bilibdi. Və 1035 sənəsi olduqda hikmət-i ilahi və təqdiri Rəbbaniyə ilə 814 tarixində burasını yazıbdır. 814. İndi bu 814'ü burada yazaq, görək bu nədir? Bu önəmli bir tarixdir. 814 hicri. Bunu burada yazaq bir yerdə. Bu tarixə, yəni 1055'ə gələndə oldu da, yəni 1035. 1035'ə gələndə Hicridə Nəbəvinin 35 sənəsi olduqda hikmət-i ilahi 1035 sənəsi olduqda hikmət-i ilahi və təqdir-i Rəbbaniyə ilə 814 tarixində yazılmış cild-i vahid içərə 7 mücəlləd bir məsnəvi beynünnas zuhur qıldı. Bir dana ayrı, yəni məsnəvidən bir cildi tapılıbdı 814-cü ildə, onu deyir. Tamam, bəs onda bu adam gendə bundan tutmur. Yəni o İsmail ki yazıblar, bu ondan tutmur. Çünki İsmail 1063'də doğulubdu. Bu kitabda 7-ci cild 1053'də yazılıbdı, nüsxə olubdu. Bu adam özü də deyir ki, mən 1030'da kitabı başladım yazmağa, 1035'də də 5-ci cildi yazır. Bəlkə elə uzana bilər, geçsin, o ilə çatsın. Amma inanmıram da, yəni o qədər uzansın. 30 ilə 53'ün arasında hardasa deyək ki 15 il bir ara var. 15 ilə 3 cild ya 2 cildi yazmaq biraz mənə gəlir ki, tənbəllik çox olar. İnanmıram da o cür olmuş olsun. O nüsxə olacaq. Özü də yazmışdı nüsxə. O nüsxədir. Amma bu adam 35'də yazıb qutarar ya 36'da 37'də hər halda yazıb qutarar. Onun üzündən nüsxə yazılıbdır. Bunu burada öyrəndik. Amma o nüsxə məsnəvidən bir nüsxə tapılıb 814'də. Vəli gəndə bu İsmail deyil. Çünki İsmail 63'də olubdu. Bu da məsələn deyək ki 60'da ölübdür. Hər kəsdir.
Görək ki, əcəba bunun haqqında bir sual beləsi soruşsaq bizə köməklik elərmi? Mövlana Rumi Həzrətlərinin Məsnəvisinə bir 7 cildilik 7 cildlik Türkçe şərh yazılmış. Bunun 7. cildin sonunda belə bir cümlə var ki, nüsxə 1053-də 1053 hecri bu nədir? Niyə belə oldu? Qatışdı hər şey bir-birinə. O nə oldu? Hara getdi? Bitirdik. Rumi Həzrətlərinin Məsnəvisinə 7 cildlik bir 7 cildilik Türkçe bir şərh yazılmış. Bu 7. cildin 7. cildin sonunda 1053 Hicri tarixi qeyd olmuş görünür. Həmən cildin başında yazarın bu 7 cildi başladığı tarixi 1030 qeyd etmiş görünür ki 1035'də 5-ci cildi yazırmış. Sizin əliniz uzanan yerlərdən
bilgi toplayın. Görək bu 7 cildlik şərhi yazan kim ola bilər? Görək ki, bunun haqqında bizə bir məlumat verə bilir ya yox. Qeyd etdiyiniz tarix 1030 və 1053 hicri və 7 cildlik türkcə şərh xüsusiyyəti bizi Osmanlı ədəbiyyatının və Moğləvilik tarixinin ən məşhur şarihlərindən biri olan İsmail Rusuxi dədə həzrətlərinə aparır. Sizin istədiyiniz bilgilərin təhlili belədir. Yazar kimdir? Bu 7 cildlik məşhur şərhin müəllifi Afitab-i Şarihin adı ilə, şarihlərin günəsi ləqəbi ilə tanınan. Pəs şarih kimdir? Bunu yazaq. Bu bizə yaxşı bir şey verdi. Şarih kimdir? Şarihin kimliğini yazaq. Afitab-i Şarihin ləqəbli kimdir adı? ilə tanınan, Azərbaycanda əsilli ya da kökü o tərəflərə dayanan Ankaralı İsmail Rusuxi dədə. Yazır Azərbaycanda əsilli. Azərbaycanlı əsilli kim? İsmail Ankaralı İsmail Rusuxi dədə. Tamam, pəs beləsə indi bunu tapdıq. Bu çox önəmli bir şey oldu. Yəni İsmail, pəs onda biz çox ciddi bir adla tanış olduq. Bu günləri mən bunu iştibah eləmişim. Geçən sərdə bunu oxuyanda axtarmamışdım. Sizin qeyd etdiyiniz tarixlər bu əsərin yazılma prosesi ilə tam üst-üstə düşür. Başlanğıc 1030 hicrə İsmail Rusuxi dədə Məsnəvi şərhinə məhz bu illərdə başlamışdır. 5-ci cild 1035 hicri. Onun şərhinin orta cildlərinin yazılma tarixi məhz bu illərə təsadüf edir. 7-ci cild və 1353. Burada incə bir nöqtə var. İsmail Rusuxi dədə özü 1041 hicridə bunu yazaq. 1041 bunu qələt yazdım. 1041 hicridə vəfat etmiş. İsmail Rusuxi dədə özü 1041 hicri ilində vəfat etmişdir. Lakin onun yazdığı 7-ci cild ki, əslində Məsnəvi 6 cildidir. 7-ci cild bəhsi aşağıda açıqlanıb. Elə bağlı, yəni 7-ci cild ilə bağlı nüsxələrin köçürülməsi, istinsahı və ya mütəmmim olaraq çap səhhaf tarixləri sizin gördüyünüz 1053 dedi ki, bu şeydir. Bu da onu tozih verir ki, o ya nüsxədir ya da çap olanda beləsi bir şey olubdur. Çünki bizdə çap kitabı oxumuruq, bu çap deyil, əl yazma nüsxəsidir, özü də yazmışdı. 7-ci cild məsələsi məşhur mübahisə. Bildiyiniz kimi Mövlana Həzrətlərinin Məsnəvisi 6 cildidir. Lakin İsmail Rusuxi dədəni başqa şarihlərdən fərqləndirən ən önəmli xüsusiyyət onun Məsnəviyə 7-ci bir cild əlavə etmiş olmasıdır. O dövrdə bəzi nüsxələrdə Məsnəvinin 7-ci cildi olduğuna dair bir inanc var idi. İsmail Rusuxi dədə bu 7-ci cildi şərh etmişdir. Sonrakı araşdırmalar bu 7-ci cildin Mövlanaya yoxsa başqasına aid olduğunu tartışsa da 7 cildlik türkcə şərh deyildiyi zaman ədəbiyyat tarixində
ağla gələn yeganə əsər İsmail Rüsuxi dədənin Məcmui Letaif və Mə'muri Məarif adlı əsəridir. Pəs bunun da adı, şərhin adı nədir? İndi burada cəlib bir nöqtəyə də rast gəlirik. Şərhin adı nədir? Şərhin adı isə Məcmui Letaif və Mətmuri Məarifdir. Çox gözəl. Əsərin önəmi. Bu şərh Osmanlı türkçəsində yazılmış ilk tam 7 cildlik məsnəvi şərhidir. Dili aydın, təsəvvüfi, dərinliyi isə çox yüksəkdir. İsmail Rüsuxi dədə eyni zamanda Qalata Moləvixanəsinin şeyxi idi. Nəticə, əlinizdəki bilgilər böyük ehtimalla Ankaralı İsmail Rüsuxi dədənin məşhur məsnəvi tamam, bu o nəticəsidir, onu da oxuduq da burada, ehtiyacı yoxdur, təkrar edək. Hər halda bunu keçən seri, o şey ki, keçən seri gərək bu işi görəydik, görməmişdik, onu indi gördük və məncə də bu qədər yetər. Gedək görək ki, bir başqa kitab açaq və o başqa kitabdan görək ki, nə görürük? Bu kitab ehtimalən ki, yox, yazıbdır ki, Almanda saxlanır, Berlində. 1759-da ehtimalən bu kitab Almana gedib çatıbdır. Ehtimal verirəm. Bunun imzası 1688-də yazılması, yəni signature yazıbdır, imza deyə, amma yəni yazılması ehtimal verirəm ki, 1688-ci il. Yəni hər yerdə olsa, deyək ki, 400 neçə il bundan qabağa gedir. Amma gedək görək ki, kitab necə bir vəziyyətdə qalır. Kitabı görürük ki, gönlən bir cildi var və çox dağılıbdır. Yəni, bu burada görsənir və təqribən demək olar ki, çox işlənibdir və köhnəlibdir, çox köhnəlibdəndir. İçində bir yazı görürük, latincə 1688 oktyabr ayı onu gördük burada. Tazaşdan bir ayrı səhifəsində, bilmirəm bu kitabın cildidir ya eşiyidir. Belə bir üstündə yazılar, zatlar, müxtəlif yazılar görünür, möhür görünür və kitabın içində görürük, kitabın dövrəsi çürüyübdür. Bu çürüklük yenə də mənə bir şey xatırladır, belə bir çürüklük və yazının formu. Burada kitabın çeviriblər, orada böyük, gözəl bir xəttinə yazılar yazıblar ki, buna qeyd edib əgər baxsaq, yaxşı olar. O birisi səhifədə də bir şey. Burada kağız görsənədə mən vətəndə olarkən, özəlliklə Tehranda həm yazı yazırdım, həm də öğrenci idim üniversitede. Orada yazılarım 3 il dalbadal getdi. Ən yuxarı seçilənlərin içində oldu və bir ildə caizə aldım. O caizələrin içində mənə bir papirus kağızı verdilər. Ki, yəni bu kağız tarixinin önəmliyinə görə. Mən də kağızları insafən o zaman çox sevirdim. Elə indi də çox sevirəm. Amma kağızçı bir adamın türkçəsi əlimlə hiss eləyəm. Düzdür, indi bir çox işlərimi aparmışam. Softverlərin üstündə, yazılımların üstündə yazıram, amma yenə də bu kağız mənim hər yerdə olsa yoldaşımdır. O kağızda o papirus ki biz gördük, bu papirusu Misrilər düzəldiblər. Neçə min il bundan qabaqdan. Və Nil çayının qırağında olan yarpaqlardan nə cür düzəldirmişlər, onları bilmirəm, amma çox önəmli idi. O bir tikə bizə vermişlər. Çox da yekə bir tikə deyil, kiçik bir tikə idi. Bilmirəm, indi başına nə oyun gəlibdi. Mən köçəndən bu üzə, vətəndən didərgin düşəndən bu üzə onun başına nə oyun gəlib, xəbərim yoxdur. Amma bu kağız o cür bir kağıza bənzir. Yəni, əski kağızlara bənzir, qədimi kağızlara bənzir ki, yarpaqdan düzəliblər. Onlara bənzir. Üstündə bunun
bir-birinə yapışmağı belə görsənir ki, bir şeylər bir-birinə yapışıbdır, olub bir səfə. Bu onu göstərir və çox da gözəl bir indi buna ne deyək, tikintisi var, toxunuşu var. Yəni əl vırsaz bunun üstündə belə əl çəksiz ehtimalən mod kimi bir şey əlinizin altında hiss eləyəsiniz. Və beləsi davam edir. Sonra kitabın içinə gəlir. Bu kitab mən deyirdim mənə taza gəlir, amma yox, mənə tazadır. Bu şey deyil. Ha, bu qıraqda bu yazılan ehtimalən o gör mənə bir şey göstərdi, amma kitabın heç bir şey yoxdur. Dövrəsində bir çərçivə çizsinlər ya bir yazı yazsınlar, bir nəqqaşə eləsinlər, heç zət yoxdur. Amma yekə bir qələm ilə, nəinki ucu yoğun qələmdir, amma kəlmələri də ona görə yoğun yekə yazıbdır. Yəni qələmin ucu yoğun olduğu üçün kəlmələri də yoğun yekə yazıbdır. Və yəni həm yoğunluqla, həm də kəlmənin eni boyu ilə bir tənasüb var. Qabaqcanda bir kitab oxuduq ki, qələm yoğundur, amma kəlmə kiçikdir, sıxılıbdır. Bunların başı ilə qolqıtı bir-birinə yaraşmır deyək ki. Amma burada görürük ki, yox, o qələmin yoğunluğu və kəlmənin eni boyu bir-biri ilə uyğundur və kitabın ortasında yazılıbdır. 3 tərəfdən, hətta 4 tərəfdən biraz yer qoyulubdur və kəlmələr düzdür, bir-birinə çox yaxın, hətta bəzən bir-birinin üstündə yazılıbdır. Amma oxuna biləcək bir vəziyyətdədir və mən fikirlərim ki, bunun %90'ını rahat oxuya bilərəm inşallah. Kitab düşüb uşaq əlinə ehtimalən yazılar yazıblar, nəqqaşilər çəkməyə kitabın üstündə. Təəssüflə bu indi də elə bizim əlimizdə kitabları beləsi, özəlliklə əl yazma kitablarda heyfdir. Kitaba çoxlu su gəlibdir. Çoxlu su gəlib demək olar ki, bəlkə də burada görünən şeylə desək 2 dəfə mən burada suyu deyə bilərəm ya bəlkə də bir dəfə gəlib, amma 2 dəfə mənim nəzərimə niyə gəlir bilmirəm. Və kitabın hər tərəfindən, yəni 4 tərəfindən də kitabın su gəlib içinə. Həm şirazəsindən, həm baş tərəfindən, həm böyük tərəfindən, hər tərəfindən, amma orta biraz quru qalıbdır. Ortada biraz quru səhifələr görürük. Və mənim də nəzərimə gəlir kitabın şirazəsindən bəzi yerdə cırılıbdır. Onu götürüblər bir ayrı kağızdan yapışdırıblar. Mən belə bir şey görürəm, amma nə qədər? Bəzi cümlələr qırmızıca yazılıbdır. Heç kəlmənin üstündə, heç hərfin üstündə onun səsini qoymayıblar mən gördüyüm. Hətta ərəbcə olsa belə. Burada gəldi ittifaqən onun yalanımızı çıxartdı. Dedi ki, yox, burada bir hədis yazıbdır. Bu hədisin səslərin üstünə qoyubdur. Qırmızı da yazıbdır. Bəs bəzi yerdə gəlibdir, bu səsləri qoyubdur. Zahirən şahın burada o şahın dövründəki yazılıb, onu da gördük. Beləsi oldu. Mən bir ləhzə bu çırağımızı yandırım, bura biraz işıqlaşsın. Gün zahirən isti bata və burada biraz qaranlıq olacaqdır. Ona görə bir çırağı yandıraq ki, çox daha şey görsənməsin də elə nə deyirlər, bu özü kitab oxumaq özü bəzi insanlara yorucu. Əlbəttə burada indi 66-cı səhifədə yox, PDF-də. PDF-in hər səhifəsində də bir səhifə kitabı görürük. 66-cı səhifədə bir qərə yazının da üstündə ərəbcədir, yəni ola bilər hədis olsun. Onun da yenə səsini görürük, qoyubdur və yenə də o bir səhifədə də aynı təkrar olub, yəni çox səhifədə beləsi görünür ki, bəzi ərəbcə şeylər yazılır. Burada indi 73-cü səhifəyə gəlincə kitabın ortasına da su calanıbdır. Yəni burada calanmağı görürük. Səfə qırmızı, bəzi səfə də burada 3 cürə görsünür rəhlər. Səfələr bir-birində düzülübdür. Qədim bu işi görürdülər, çox yaxşıdır, gözə zərər gəlməsin deyə kitabların rəngin səfələri dəyişdirirdilər. Çox gözəl bir kitabla qarşı-qarşıya durmuşuq. Bunun içində nələr yazılıbdır, onu öyrənmək lazımdır. Nəzərimə gəlir, bəzi səfələrdə biraz sətri uzaldır, bəzi səfələrdə biraz sətri kiçiklədir, amma külli səfədə onu sabit saxlır. Bir neçə səfə qırmızı, bir neçə səfə ağ və bir neçə səfə
krem rəngində səhifələr, vərəqlər qoyulur. Kitab beləsi düzəlir ki, oxucunun gözünə zərər verməsin və habelə kitabı da oxuyanda onu bilsin ki, məsələn, xarici qırmızı səhifəni oxuyurdum, ağ səhifəni oxuyurdum. O da yaxşı. Əlbəttə qədim xəlvərçin deyə bir şey də var idi. Kağız qatlardılar belə. Qoyardılar kitabın arasına ki, kitab məsələn oxuduqları yerdən yaddan çıxmasın. Kitaba valla desəm ki, kitaba ya pis su tökülübdür, ya da şərbət tökülübdür. İnanın ki, doğru ola bilər. Yəni elə bir kitabı qoyublar bir şərbət içinə məsələn. Bəzi yerdə əlbəttə çox azdır. İndi bura axirə gəlirik. Elə bir kitabın məsələn başlanğıc tərəfi yerdəymiş, suya giribdi, su ora çox giribdi. Üstdən ki gəlir son səfərlərə tərəf o suyun kitabın içinə girməyi azalır. Və bu da bunu göstərir ki, su çox da uca deyilmiş. Yəni kitab düzdür suyun içindəymiş, amma kitabın üstünəcən çıxmayıbdı su. Bu son səfərlərdə də az görsənsə də ya da görsənmir, amma kitab çürüməyi görsənir. Kamil kitab çürüyübdür. Burada bir səfər gördüm ki, nəzərimə gəldi. Nəzərimə gəlir ki, şey dəyişilir. Əlbəttə əvvəldən gəlir oxuyaq. Ehtimalən Cığatay ləhcəsində yazılmış türkcə kitabla qarşı-qarşıyayıq. İndi bir anda təqribən qərəyə yaxın, abiyə yaxın rəng kağız da gördükcə əlavə oldu. Kitabın su gələn yeri tazaşdan görsəndi ki, su qırağa gəlibdir. Ehtimalən bəzi yerləri cırılıbdır, götürüblər. Kitabın burada ortasında səhifənin qopmasını görürük. Yəni kitabın ortası qopubdur. İndi su keçibdir. Su keçəndən sonra indi bunu ehtimalən nə edirmişlər? O cırılıb beləsi yığılıbdır, elə o cürsə qalıbdır. Sonra da iki səhifə o cürsə cırılıb gedibdir. Yazılardan da biraz ona görə getmiş ola bilər. Oxuyanda bunu daha çox görəcək ki, vaqəən bunun yazılışı çox gözəldir. Yəni burada bir səhifə ağ qalıbdır. Nədən isə ağ qalıb onu bilmədim. Həzrət Rəsul Həzrətinə, Həzrətqə dedim ki, bu Cığataydır. Burada sonra boş qalıbdır. Sonra davam edibdir. Həzrətqə müraciət qıldılar. Doğrudur, nəzərimə gəlir ki, düzdür. Amma orada bir də keçsək, əcəba bunun arxasında bir şey yazılacaq idi, yazılmayıbdı. Gəlibdir, o bir səhifədə yazılıbdır. Nəzərə belə gəlir. Kitabın içinə su gəlmişmiş, elə üst səfələrə də gəlmişmiş, amma bəzi yerdə görsənmir, qəşəng quruyubdur. Bəzi yerdə mənim nəzərimə burada 2 dəfə su gəlibdir. Yəni mən belə düşünürəm, əlamətlər ki, mənim gözümə dəyir. Bunu 2 dəfə bu kitaba su gəlməyi təsdiq elirəm mən. Bəlkə də yanlış, axırda daha çox su gəlibdir. Yəni axırda əvvələ görə çox su var. Mən belə deyirdim ki, ortalarda su yox idi. Hələ gəldi zehnimə. Amma axırda görürük ki, kitaba çox zərər dəyibdir və kitabda çürümək, bir rəngi çevrilib yəni. Əcəba bu rəng, bu kağız ki, buna yapışdırıblar, əvvəl dediyim əl yazma kağızdır. Bu o rəhli kağızlardan fərqidir. Elə bir ki, kitabı nə deyirlər adına? Farsça bazsazı deyirlər, nə deyirlər? Kitabı nəcat verəndə bir ayrı kağız yapışdırıblar. Dediyim papirus, bəli. Papirusu yapışdırıblar kağaza, kitaba. Kitabın, yəni papirusun üstündə yazılmayıb. Belə nəzərə gəlir, əlan mən baxıram, papirusu yapışdırıblar kitabın ora-burasına. Yəni ondan çalışıblar kitabı aradan getməsinin qabağını alalar. Bəli, o işi görüblər. Mən indi bu son səhifələrdə kitabın o daha çox görsənir. Bəli, hətta bəzi yerdə səfənin kamilin ondan yapışdırıblar. Bəllidir ki, bunun arxasında bir şey yazılıbdır hətta. Amma görsənmir. Yəni mən qeytərirəm dalıya. Məsələn, burada bu səhifənin üst tərəfində görürük. 48, 49 olacaq. 49 tərəfi görürük ki, bu səhifənin arxası kamil ağ qalıbdır.
Bu birisi səhifədə 50 ağdır, 51 də ağ olacaq qaydətən, 52 ağdır. Bunlar ağ qalıblar, amma bunların dalısında bəzən bir qərə görürəm ki, burada yoxdur. Yəni kağıza yapışılıbdır, ehtimalən iki tərəfinə də yapışdırıblar, ehtimalən. Ona görə görsənmir. Amma yazı burada görsənir ki, bunun arxasında bir yazı var. Yəni bu kağız yapışdırılır o çürüyən kağızın üstünə qorumaq üçün onun arxasında bir yazı var. Çürük kağızın üstündə bir yazı var. Amma bu yüzden yazdıqları üçün görmür. Cildi də elə ona görə su çəkibdi və aradan gedibdi. Cildin şeyində Şirazəni də gördük, kitabın ağzını da gördük, kitabın qırağını da gördük və qutardı. Qeydaq bu kitaba ki, çox da önəmli bir kitab və çox da yekə 360 səhifədən ibarət bir kitabdır. Bunun əvvəllərinə baxaq. Bunun əvvəldə cildin bir cild ki, Almancadır, o cild kitabdan hesablanmır. Cildi nə baxanda 1, 2, 3, 4, 4 səhifə boşdur. 5-ci səhifə də boşumuş. Kitaba alanlar, sahibləri bunun içində ehtimal verirəm ki, bir şeylər təmrin edilmişlər. Çevirim görək ki, Əlif, B, Cim, Dal, R, Z, Sin, yenə də Zat, Sad, Ta, Za, Eyn, F, Qaf. Kitabın üstündə təmrin, bəli, əlifba təmrin edilmiş və sonra da bu hərfləri nədir? Bir-birinə düyünləsin. Onu tərif edib. Məsələn, yazıbdır ki, Babəti, Yəh, Bədri, Bərbəri, Bəsər, Bət, dəstəli teylə, Bəf. Bu, məsələn, o birisi hərfindən, gələn hərfindən, məsələn, heyə yapışdıranda orta heyə, axir heyə, əvvəli he olanda, ortası he olanda, axiri he olanda, yəni 3 dənə heyə bir-birinə yapışdırmaq, bunları xəttatmış, təmrin edilmiş. Bunu da burada gördük. Yenə dedim, o şey kağızına yetişirik. Kitabı bir daha da çevirək, gəlsin. Bəli. Gələk kitabın, onu səhifələrini sayırdım. Necə oldu? Mən səhifələri sayanmadım. Bu cildin 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. 8 səhifə boşdur. Ya da ki, biz boş görürük, çünki üstünə bir şey yapışdırıblar. Biraz da əlbəttə bəzilərində də yazılar vardı, oxumuruq. Və mənim də zorum çatmaz olar ehtimalən oxuyam. Gəlirəm kitabın içində görək ki, bu kitab bizə nə deyir? Bismillahirrahmanirrahim. Həmdi Gurri sübhi əzəltik şəvarigi haqqı birlə mütərra təqiyi sənayi şami əbəddik bəvarigi asari türri və qeybi birlə müttəra Hazreti Hayyü Qədim və Cənabi Xəlqi Kərim ka kim? Kərim ka kim? Və Cənabi Xəlqi Kərim ka kim? Zatı reze ilə yazıbdır. Zati əhədiyyəsi ikfai və əmsalidin müqəddəs və mübərra turur və təqi sifat əzəliyyəsi fənai zəvalidin münəzzəh və müərra turur. Nəzm. Zat bütünina bidayət yox. Şeirdir. Zat bütünina bidayət yox. Kibriyasında həddü gayət yox. Əqli heyran anın kəmalindin. Fikr məbhud anın cəlalindin. Vəhm yol iltmadi. İlmadi. Vəhm yol iltmadi. Etmədi, etmə kimi. Vəhmi yol iltmadi anı ana hərgiz. Buldu idrakidin xirəd aciz. Qadiri dana və qahiri təvana kim qudrəti qahirə və hikməti bahirə birlə ibdai mükəvvinat və ixtirai mövcudat qılıb nəvaif əcnas xəlq din kəmal mərifət üçün ixtiyar qıldı. Təqi calibdir ki, burada x yazır. Özdə hədisdir ya ayədir, onu indi oxuyanda görəcək. Qıldı, ixtiyar qıldı.
taqi halaqal insane xalaqal insane alleməl bəyan. Burada hələqə yazıbdır. Səslərini də üstünə qoyubdur. Əl insanı da insanı alleməl bəyan. Toğrası. Toğra möhrüdür. Amma bu toğra sözünü yazım görüm ki, dahi nə məna verir? Toğra. Əgər şəhv eləməsəm şey ilə başlanır, y ilə yazılır. Toğra, yox, əlif ilə yazılır, toğra. Əlif ilə yazılır. Mən də bunu əlif ilə yazım. Görək ki, toğra haqqında bizə nə deyir? Sizin təqdim etdiyiniz adlı faylıda klasik mənada bir padişah toğrası yoxdur. Ancaq bu sənədi toğra və rəsmi əlamətlər baxımından belə analiz etmək olar. Toğra nə deməkdir? Toğra əvəzinə möhr və ya logo. Bu sənəd bir dövlət fərmanı, fərman və ya bərat deyil. Bir kitabın, divanın çap olunmuş son səhifəsidir. Təsvirdəki gül nizami, tamam bu yazım ki, bu şeyə getməsin, biz bunu deyək. Toğra sözünün anlamı nədir? Toğra sözünün kökü və anlamı olduqca dərin və maraqlı bir tarixə malikdir. Qıssaca desək, Toğra Osmanlı sultanlarının özəl imzası, möhrü və nişanıdır. Bu sözün məna və kökəni haqqında bunları bilmək faydalıdır. Sözün kökəni etimoloji baxımından. Oğuz türkçəsi Toğra kök olaraq qədim türkçədəki toğraq və ya toğri kökündən gəlir. Toğraq doğuran mənasına və toğri doğru mənasına, doğru da doğmaqdan gəlir ehtimalən, kökündən gəlir. Məhmud Qaşqarlının Divan-ı Lüğat-ı Türk əsərində bu sözün Oğuz türkçəsinə aid olduğu və xaqanın nişanı mənasını verdiyi qeyd olunub. Əfsanəvi quş. Bəzi qaynaqlara görə Toğra sözü Toğri adlı əfsanəvi bir doğan şahin quşunun adından götürülüb ki, bu quş Səlcuqluların simvollarından biri idi. Tamam, gedək bundan çıxaq. Bəs imza, möhür və nişanəsi. Pəs dedi ki, Təqi xələqəl insana əlləməl bəyan toğrası bir ləanün mənşuri cəlalətin izhar qıldı. Yenə növ insanidin bəzi əsfani təbliğ risalət və əbna-i zavahir ibna üçün kəmal istifa və cəmal əhibba birlə məxsus qılıb onlarının əsrar zahirəsin ədnas-ı nüfusi nasidin zahirəsin onların əsrar zahirəsin ədnas-ı nüfusi nasidin müsəffa və əqdəsi bahirəsin müvafiqət rüsum-i xəlayiqdin mücəlla etdi, qıldı rəsulini sahibi iqbali mənzələt tabülsə iqtidarlaridin hasil ibtida və təqi sələvati müskəbitə ehtimalən beləsi oxun, ərəbcə oxunacaq ehtimalən sələvat-ı müskəbitətül nəfəhat və təhiyyat və verdi və rədd bəsti əl-fucat bilmədim bu nə mənədir və rütbə ola bilər və rütbeyi əl-fucat və rütbətül fucat xacı-i kainat və zübdə-i mevcudat cəlaləti cəhaninin cəmşidi, rəsalət-i asmaninin xurşidi, qudrət-i ilkinin
şəhbazi, nübüvvət həvasinin cayi bülənd pərvazi, səfa bustaninin sərvi, vəfa gülüstaninin təzrəvi, təzru quşdur, əgər şərh biləməsəm, onu təzrəvi, mi'rac burcinin əxtəri, iqbal dürcinin cevheri, əflac məsalikinin səğəri, lolak məmalikinin əmiri, üzr istəyirəm, lolak məmalikinin əmiri, nəzm, ol həlqə ənbiyağa xatəm zati səbəb vücud Adəm, ol həlqə ənbiyağa xatəm zati səbəbi vücud Adəm, surət yenilə İsadin müəxxər məni bilə Adəm müqəddəm, can cəhan səfa و جهان can اسویا محمد مصطفى علیه افضل الصلوات و اکمل التحیات نینگ مرگدی منور و تربتی معطریگا و təqi al و əshabi. Təqi nə deməkdir? Bu təqi sözün burada 4-cü dəfədir ki oxudum, amma anlamadım. Təqi türkcədə nə deməkdir? Hətta bunu yazmış. Təqi Cığatay türkcəsində nə deməkdir? Görək bu təqi sözü nə deməkdir? Elə bir o mənisini olacaqdır. O. Cığatay türkcəsində Cağatay yazıb özü. Təqi sözü çox önəmli və tez-tez işlənən bir kəlmədir. Bu sözün kökü qədim türkcədə dici tağı sözü kəlməsinə dayanır və klasik Cığatay mətnlərində, məsələn Əlişir Nəvainin əsərlərində aşağıdakı mənalarda işlənir. Daha, yəni bu mənada daha, yenə, artıq. Burada artıq anlamına gəlir. Cağatay türkcəsində bir işin təkrar olduğunu və ya daha da artdığını bildirmək üçün işlənir. Örnək, təqi bir qat, daha bir qat, yenə bir dəfə. Həm də, yəni bu anlamda, həm də mənasına və də bu anlamda da işləyir. Yəni bağlayıcı olaraq. Bu sözün ən geniş yayılmış mənalarından biri bağlayıcı sözü, conjunction edən kəlmə, cümlə, iki cümləni bir-birinə bağlayan, ortada zəncirdir. İki cümləni bir-birinə məni olaraq ya ləfz olaraq bağlayır. İşlənilməsidir. Cümlədə və də ya da ya, də vəzifəsini yerinə yetirir. Anlamı bundan əlavə, həmçinin bu anlamda, başqa mənada da gəlir təqi sözü. Bəzi mətnlərdə digər və başqa mənasını ifadə etmək üçün də bu sözdən istifadə olunur. Tarixi kökü və dəyişim. Qədim türkcə bu söz Urxun Yenisey yazılarında və Uyğur mətnlərində tağı formasında mövcud idi. T, əlif, qaf, y, tağı yox, tağı. Cağatay dövrü, Cığatay türkcəsi klasik dövrünə keçdikdə bu söz tədricən öz yerini farscadan keçən həm və ərəbcədən keçən və kəlmələrinə vermişdir. Yəni, yeri verdi kimə? Ərəbcədən həm sözünə, həm sözü gəldi oturdu buna. Həm aməd, o da gəldi. Ya məsələn, və Həsən aməd. İndi bu və sözü ərəbdə huvə və hiyyə caəta məsələn. O ikisi gəldilər. O xanım və o ağa və orada ərəbcədən də deyir bu gəlib türkcəyə. Bunlar gəlib o təqi sözünün yerini tutublar. Təqi vav mənasına, və mənasına. Müasir türk ləhcələrində, bugün Üzbək türkcəsində Cığatay türkcəsinin varisi sayılır özü də. Bu kəlmə tağı şəklində yazılır. Ğ-la, qafla yox. Ya da tağın deyə formasında yenə
aynı mənada yenə mənasında, genə mənasında hələ də işlənməkdədir. Tamam, bu da gözəl bir öyrəndik. Təği, təği, yəni genə də təği, آل اصحابیغا kim قaideyi qədim millət olar, qüvvəti birlə rəsi və rasix turur və təqi bu din müstəqim, bu din budur. Bu din müstəqim olar, nüsrəti birlə sair ədyanini, ədyan ni nasi və nasix irür, علیهم من الصلوات ازکاها و من التحیات اینماها حمدو سپاس حضرت پروردگار و درودی بیگیاز نبی muxtar din süng bu zəifi süng sonra mənasına yəni Həzrəti bura indi gəldi Nəbi Muxtar falan Sifas Həzrəti Pərverdigar və Durud-i Bigas Nəbi Muxtar din süng sonra bu zəifi itür kim? İtür deyir inayəti əzəli və səadəti ləm yəzəli həmdən və rəfiq və bədrəqi təriq bulub خاقان اعظم و شاهنشاه مکرم پادشاه مقبول سیرت پسندیده سیرورت پس به رسول پادشاه مقبول سیرت پسندیده سریرت ملک الاخلاقی و ملک الاعراق لطافتی صدفینین جوهری ظرافت فلکینین اختری جلالت جهانینین جان جهانینین جانی سلطنت سلطنت تاریکینین تاجی سعادت قامتینین دیباجی و قابوستانینین سروری روانی از روانی صفا جلستانینگ هزار دستانی مروتی هدگسینینگ نوری فتوت سینسینینگ سروری عباد آسایشینینگ واسطسی بلادی آرایشینینگ رابطسی شبانینگ فخری چنگیزخان اروغی چیچیک yaşidin uluğ Laurining uluği bu da burası calibiydi. Rabitesinin Şabaning Fəxri Şubaning Fəxri Çengizxan Uruği Kiçik başdin Kiçik yaşdin uluğ Kiçik yaşdan uluğ indi bunu yazaq ki bu uruğ nə mənasında da əvvəl bu uruğu bilaq. Uluğu bilirik. Ulu sözü indi bizdə işlənir. Uruği uruq sözündən gəlir. Görək ki, nə deməkdir? Cığatay türkcəsində və qədim türkcədə uruq kəlməsi çox köklü və geniş mənalı bir sözdür. Bu sözün əsas mənalarını belə xülasə etmək olar. Nəsil və sülalə ən çox işlənilən mənası soy, nəsil, şəcərətdir. Uruq. Pəs Çəngizin uruğu, Çəngizxanın uruğu, yəni nəsli. Bir atadan gələn ailə zərəsini ifadə elər. Tayfa və el, köçəri türk cəmiyyətində böyük bir tayfanın kiçik qollarına və ya uymağına uruq deyilərdi. Çox vaxt uruq ayman tərkibində işlənir ki, bu da qovmu qəbilə, uruq ayman qovmu qəbilə mənasındaymış. Toxum, iki gözlü hına yazılıbdır. Toxum, çəkirdək. Biyoloji mənada, yəni insan bədənində danışanda bitiklərin tohumuna və ya meyvələrin biyoloji deyəndə getdi insan bədəninə getmədi, getdi
ağaçlara, zətlara, göyərəntilərə. Bioloji mənada bitiklərin tohumuna və ya meyvələrin içindəki çəkirdəyə də uruq deyilər. Bu kəlmənin bu kəlmənin başlanğıc və öz mənasında qaynaqlanır. Öz mənası ya başlanğıc deməkdir. Oğlad və torun bəzi klassik mətnlərdə bir şəxsin uşaqları və gələcək nəsilləri üçün də bu istilahdan istifadə olunur. Tamam, bu bizi orada Çəngizxanın Allah rəhmət eləsin böyük bir şəxsiyyət imiş. Bununla belə ki bizim düşmənlərimiz ona çox şey edirlər, tohin edirlər, amma böyük bir şəxsiyyətmiş, çox böyük bir şəxsiyyətmiş. Şubanın fəxri Çəngizxan uruği kiçik yaşdin uluğlarının uluği göngüllar rahəti canlar fəraği şəbüstani səadətnin çəraği biliklik cani dövlətinin cəhani ulus ilinin tilişlik öncü xani səadət urdasinin padişahi qəmu bitarəlar miskin pənahi əni kim şahzadə cavanbəxti fروزنده تاج و فرازنده تخت Sultan ibn Sultan əriq datlıq kürkülük əliq Əbulxeyr əliq özü də əriq. Bir də bunu oxuyaq. Təxti fərazəndə təxt Sultan ibn Sultan əriq datlıq ya da datılbıq kürkülük ətlıq Əbulxeyr xanzadullah xan Əbulxeyr xan. İndi bunu yazsaq, bu bizə bir desək ki, yaxçı olar. Bunu beləsi, çox şey oldu. Bunu biraz kiçildəcəkdim ki, yer olsun burada yazmağa. Sultan ibn Sultan əriq datlıbəğ köçlük qalanı nədir? Atlıq Əbulxeyr xan. Atlıq Əbulxeyr xan Zadəllah Teala nəsrəhu. Buradan o yüzden duadır. Amma bura görək ki, bu kimdir? Deyir ki, əgər bunu eləyə bilsək, indi yekəldik. Bu burada getdi. Tamam. Tamam. Deyir ki, Allah Allah. Sultan ibn Sultan əriq datlıbəğ görüklük. Burada bir şey qələtdir yazmışam bunu. Atlıq Əbulxeyr xan. Sizin bu yazdığınız sətirlər məşhur köçəri Üzbək dövlətinin qurucusu Əbulxeyr xan haqqında deyilmiş klassik bir mədihə və ya unvan, ləqəb toplusudur. Bu sözlər Çağatay türkcəsində o dövrün xaqanları üçün işlənən ən yüksək sifətləri üzərində cəm edir.
özündə cəm edir. Sözlərin anlamı və açıqlaması belədir. Sultan ibn Sultan. Bu ərəbcə bir ünvandır və sultan oğlu sultan mənası verir. Yəni Əbülxeyr xanın sadəcə özü deyil, atalarının da hakimiyyət sahibi və əsilzadə olduğunu vurğulayır. Ərbəğ ya da əriq. Mən bunu əriq, hər halda burada əriq yazmışım. Tamam. Əriq yuxarıda bəhs etdiyimiz uruq nəsl sözü ilə qarışılmamalıdır. Buradakı əriq sözü Cığatay türkcəsində təmiz, saf, pak mənasını verir. Anlamı paş nəsildən gələn əsilzadə. Datlıq. Orada yazdıq ki, datlıq nə idi? Bəli, datlıq, mən datbığ yazmışam, datlıq düz gəlir. Bığ olanda biraz çox çətin oxunur, oxunmur. Yəni, datlıq. Datlıq ya dadlıq da yaza bilər bunu. Bu söz dadlı, şirin mənasında olsa da münasibətlərdə xoşkəlam, məhbub və ya şöhrətli kimi başa düşülür. Hökmdarın xalq arasında sevildiyinə işarə edir. Kürklük, körklük, qədim türkcədəki kürk, gözəllik sözündən gəlir. Kürk ya kürək ehtimalən kürk idi əlbəttə. Kürk, körk, yəni gözəllik deməkmiş. Anlamı gözəl, bacarıqlı, kəmal və cəmal sahibi olan deməkdir. Atlıq. Bu söz at, həmin ad sözü kəlməsindən düzəlib. Anlamı adlı-sanlı, məşhur, tanınmış, atlıq bu mənaya gəlir. Əbülxeyr xan, böyük Çəngizxanın oğlu Cücüçinin nəslindən gələn Şeybanilər sülaləsinin böyük başçısıdır. Əbülxeyr xan kimdir bəs? Bunu yazaq burada. Bu ikinci kitabı niyə yazmamışam ki? Mən heç bunun adını yazmamışam. Aha, tamam. Adı nə idi bu kitabı? Necə tapsaq? Ad. Bəlkə sonra deyəcəkdir, amma biz buradan bu adı ki üstünə yazmışıq. Kəşf-ül fi səfətül Müstəfa. Feylən beləsi deyə ad yazıblar. Biz də bunu yazaq. Kəşf-ül Huda fi səfətil Müstəfa. Çağın yazsaq bu bizə daha yaxşılar. Çağı hangi çağda dedi ki, indi bunu yazaq, bizə gəlsin. Sultan Əbülxeyr. Kimdir bu? Bunu yazaq. Dedi ki, bu Çəngizin oğlundan gələn Çəngizxanın oğlu Çüçinin. Çəngizxan oğlu Çüçi. Çüçinin nəslindən gələn Şeybanilər sülaləsinin böyük başçısı. Böyük başçısı. Tamam, çox da güzel. Bunu da tanıdıq biraz. Bunun tarixlərin heyf olsun ki, tarixləri hicri ilə yaz. Görək bu tarixi, fəqət tarixi çağın yazdıq. Divanın çap olması. Burada divandan söz gelir. Bizim divanla işimiz yoxdur. İsmail Həqqi getdi. Onlarına getdi. İsmail Həqqi, Şərhin, Süsuxi, Əbülxeyr xan. 815 hicridə 873 hicri arasında təsadüf edir. Bunun tarixi yaşam dövrü yazaq. Yaşam dövrü 815 hicri ilə
873 Hicri arasında yaşayıbdı bu adam. Tamam, bunu da buradan tanış olduq bu kitabla. Yəni bu kitab onun dövründə yazılıbdı. Yəni neçə il bundan qabaq yazılıbdı? İndi onu da hesablayaq da. Deyək ki, burada 1447-ci il, yox, bundan çıxsa 800, deyək ki, bu adamın məsələn hətta 870-də yazılsa, 870 deyək, yəni 3 il ömründən qalanda yazılsa, 577 il öncə bu kitab yazılmış ola bilir. 577 civarında beləsi desək yazılmış olub. Bu da belə bir şey gördük. Pəs dedi ki, Sultan İbn Sultan əriq datlıq, köklük, atlıq, Əbu, köklü də yəni kökü da, yəni zoğu var. Köklü bir adamdır. Böyük əsil ailədən gəlir. Bəzi adam Farsda tazə bir doğuran rəsidə hesab olur. Bəzi adam köklü ailədən gəlir. Atlıq Əbulxeyrxan zadallah taala nəsrəhu və şəddə nəpaqət səadati cisrəhu Uraqçıkan uzxan ataları devamı var. Bu ehtimalen bu Uraqçıkan uzxan atalarının tekitlik taxtin tilayu Hakkı Subhanehu ve Teala'nın inayeti bi gayeti etimad qılıb təqi məşayix izam və awliya-i kiraminin ərvah-ı mütəhərrisidin istimdad qılıb Qübbətül İslam Xarəzmi. Bu Xarəzm bilirik da türklərin torpağıdır. Sinti ən təvarik, burada indi bu sinətü ən təvarik və alarmsar və əs-sakirə mənsurə. Şayət də ən təvarik və ərəm sar, İrəm olacaqdır. Əni təvarik vəl İrəmsar və əsakiri mənsurə birlə mütəvəccih buldi. İrsa tevfik gəlsə ilahi rəfiq bulub. Səadət namütənahi bədrəqeyi təriq bulub. Fəthü zəfər inayətin tutub bəxtu iqbal rikabində yürüb Nəsrün minəllah və fəthün vədəsi qərib bulub. Burada qıraqda bir latincə bir şeylər yazıblar. Nə deməkdir bilmirəm. Tarixi ehtimalən yazacaqdır. Rəbiül əvvəl ayının 21-ci günü. Pəs burada yazaq tarix. Tarix 21 Rəbiül əvvəl. Rəbiül əvvəl ayının 21-ci günü cüməymiş, parantez arasında yazdıq. Səbahında, cümə səbahında İnna fətəhna ləkə fətən mübina yusuninca suyunca asanlıq birlə fəthi qəl'i Xarəzm müyəssər buldu. Burada bir tarixdə yazıblar ki 21-i hangisi? İndi bu deyək ki bu adam, yəni bu Əbulxeyr hangi tarixdə? Əbulxeyr hangi tarixdə Xarəzm
qələsini fəth etmişdir. Əbülxeyrxan Köçəri Üzbək dövlətinin qüdrətini artırmaq və Mavarayənəhr məntəqəsinə yol açmaq üçün stratejik əhəmiyyət daşıyan Xarəzm bölgəsinə hücum etmişdir. Tarixi qaynaqlara görə Əbülxeyrxanın Xarəzm qələsini və bölgəsini fəth etdiyi tarix belədir. Hicri tarixlə 834 834 hicri təxminən Rəbiül Əvvəl ya da Rəbiül Sani. Dedi ki, Rəbiül Əvvəl üstü özü dedi. Hicri miladi tarixlə 1430 illərində o qələni alıbdır. Pəs bu adam o dövrdə kitabı yazıbdır. Yəni bu adamın dövründə. Çünki indi bir şeyi də hadisəni göstərir. Təqi yəni habelə سادات ظاهرة الانصاب و علمای ظاهرة الاحساب و سایر ائمه اعظام و اجله کرام ایگاهم الله الى یوم القیام الساعتی ساعت القیام در جاه عالیقه yüz geltürüp انزلون الناس على قدر منازلهم مقتضاسین اول جنابی Manifning bəsat-ı şərifində ürün bəsat-ı şərifində ürün tapıb olturğanda oturmaq ehtimalən olturğanda ətraf biladidin əsnaf ibad zərayib və türüfi hədaya və tühəfi Geltürüp irdilar bu ucurda azizi salah ve sedad birle ma'ruf ve falah ve rişad birle mevsufi hatt latif birle kaside berdeni teybi ol Hazreti Şerif kalturuldi Hazreti ol Hazreti Şerifgah keltürüldü. İrsa bu padişah sahib intibah ve نیکو اساس و سخنشناس دادگر و هنر پرور ارباب فضل و کمال و اصحاب عز و جلال رسیدا bu zəifni xitab müstətab birlə məxsus qılıb bu qəsidə-i qərranin fəzaili din istitaf qıldı irsa ol əsnai məclis alida idim nəzm dedim nəzm şəhim dövləti tingiqa can dövlət tingiqa can erirsin lətafət mülkida sultan erirsin xalayiq tənridin xanlıq tilarür səni tənri tilakan xan erir Ondan sonra bu qəsidənin bəzi fəzailin şərh edib bir necənin mənisin bir necə ehtimalən beytin olacaqdır. Bir necənin mənisin bəyan qıldım irsə bu ərəbi fəsihni lafz-ı türki məlih birlə şərh qılsam təqi bəzi möcüzat و غزوات و əxlaq و sifat qəravat بعضی معجزات و غربات و اخلاق و صفات و احادیث و حکایات kim bu qəsidədə anga işarət bar təhrir şafi və təqrir vafi birlə olarni bəyan etsam lacerem imtisal misal və qəbul məqal şahini zimme-i himmət ka vacib görüb bu əmiri xətir iqdam qıldım təqi etizar və istiğfarğa məcal tapmadım ba vücudi ol kim bu əyyam dari hillət ehayba bu əyyamda ba vücudi kim bu
bu əyyamda rehlet əhibba və ixvan و فرگت اصدقا و خلان دین canım zərahəti tazə və gönlüm mehneti bi hədd و اندازه irdi və təqi fəraqədən ilkidin halim xarab و iştiyaq ötbidin cigerim kebab irdi. Nəzm. Çər gözüm ning yaşi gönlüm otuni söndürməsə belə bir şey, yəni kamil oxuya bilmirəm burasını. Cər gözümün yaşi gönlüm otuni söndürməsə ortaq ay irdi qamuq aləmni birahım mening. Və lekin Həkim Şahini kim mütəzəmmini hikmət Ali turub aliyi hikmət aliyi turdub bəxti qələminin məharın fikrət siyahinin quliğə birib zəngibar dəryasidin karvan məanini rumi biladığa çəkmaq tiladım təqi bu kitab-ı zibağa kəşf-ül hüda at verdim. Kitabın adı Kəşf-ül Hudadır. Fi Sifətül Mustafası yoxdur. Vardı. Kəşf-ül Huda at verdim fi Sifətül Mustafa ümid olturur kim bu bizaəti məzcaat. Bəs kitabın adı da buymuş, elə kamil imiş. Bu bəzaəti məzcaat əziz Misr səltənətninin həzratında səmti siməti qəbul birlə mevsum bulğay lacerəm dibaçe kitabini bu şahinin xətabında bir neçə beyt birlə ixtisar qıldım. Əya şahi müzəffər kim bilik birlə şücaətdə şeiri yazır ehtimalən. Ləm'əhu yazıb ondan sonra bir qırmızı rənglə ləm'əhu. Əya şahi müzəffər kim bilik birlə şücaətdə sənin güngülün bilə ilgin çıqıq dəryadgan buldu. Oşul mandın kim içdid haq sənin gönlüngini İslamğa təbliğ əhkam-ı qeybidin söz içrə tərcüman buldu. İşkin tofrağı qədrin tilab mənkusi suyi tungün İşin tufrağı qədrin tilab mənkusuyi tün gün tilay bilcan birib tabmay oyalmaqdın nəhal buldu. Fələk əhli hünər billə uza düşmən bulur irdi. Fələk əhli hünər billə uza düşmən bulur irdi. Sənin əhdində ol düşmən şəfiq mehriban buldu. Hünərinin əhlini sanğa kişi qatmaz idi hərgiz. Bəhəmdülillah bu əlşingida anın diglar kasan dilkar san buldu. Bir də bəhəmdülillah bu işgingida anın diglar ka san buldu. Tilim til birlə mədhinkini Çin aymaq tılab imdi. Bu dövlətliq eşik ka üç sığındi məthi xan buldu. Kəlamın mədhini etəm
Kəlamın mədhini etəm sözdüm, şəkər sifət gildi. Qulunun vəsfini qıldım, tilim cöhərfişan buldu. Sənin gəhringini yada bitim, qəmux can titradi qorqub. Yenə lütfüngini artırdım, sözüm bercay can buldu. Edim ədlingini artırıb aman tutsun bu mülküngini. Kim əvvəl ədli birlə mülk ikisi to aman buldu. Sənin lisan-ı eşqini xaranidən saxlasın Tənri. Kim üç lütfün bəharidin, cahan hoş bustan. Müqəddəmə. İndi burada nə mənə yazmışdı? İndi taza müqəddəmə başladı. Çox gözəl bir, mən yəni bunu bu günləri ləzzət apardım bu kitabdan da. Çox gözəl bir kitabından tanış oldum. Fikir edirəm ki, qabaqcan bəlkə bu kitabı görmüşdüm. Mütməyin deyiləm. Amma biraz rahat oxuduğum üçün nəzərimə gəlir ki, elə bir şey təmrin eləmişmişəm qabaqcan. Bəlkə görmüşmüşəm. Biraz rahatlaşdım bu kitabda. Bundan belə ki, dedim, bəzi kəlmələr bir-birinin üstündə yazılıb. Yəni, kəlmələr bir-birinin qarnına giribdir. Ona görə bəzən bilinmir ki, bu hərf hangi kəlmənindir, nöqtə hangi kəlmənindir. Bəzən. Amma bununla belə gözəl mənalarını da düşündüm. Üst-üstə demək olar ki, mən buracan bunu oxudum və mənalarını da düşündüm. Bəzi kəlmələrə çıxaq. Yəni, bəzi kəlmələr cümlənin içində məna verir zaten. Amma tək-tək kəlmələrə baxsaq, onda bir çox kəlməni bəlkə ehtiyac var ki, lüğətnaməyə baxaq, sözlüyə baxaq, görək ki, nə deyirlər, necə baxırlar, necə anlatırlar onu. Hər halda zahirən bu şah gedib Xarəzmi alıbdır. Xarəzmidə olanda insanlar, başı bəlli adamlar görüşünə gəliblər, hədaya gətiriblər. O zamanda şah da eşqə gəlibdir. Bu şairə, yazara, indi adını da bilmədik, gərək onu da oxuyaq, bəlkə görək ki, müqəddəmədə bir söz deyər. Buna deyibdir ki, bir dənə şair var, bir dəfə də bunun şərhini oxumuşuq şeirinin. İndi onu itirdim, harada qaldı. Şairin adını yazdı, dedi, o şeiri mənə şey elə. Burada haradaydı? Həzrət Məhəmmədin haqqında bir qəsidədir. Dedi ki, o qəsidəni mənə oxur. Bu da yazıbdır. Bu qəsidənin bəzi fəzailin şərh edib bir neçənin mənisini bəyan qıldım irsə, bu ərəbi fəsihini ləfz-i türki məlih birlə şərh qılsam təqi. Görürsünüz, burada bu şərh türki məlih. Yəni, çox gözəl deyir türkün adı. O qəsidənin adı nə idi? Qəsidə-i Bərdə. Bu, Kəşf-ül-Huda Bərdə qəsidəsinin şeyidir. Bunu da soruşaq. Bərdə qəsidəsini, əlbəttə, bir seri də deyirəm, oxumuşuq. Bərdə qəsidəsi kim? Əbülxeyr əmri ilə Cağatay türkcəsinə ərəbcədən tərcümə etmiş. Görək ki, buna nə deyir? Əcəba bunun adını tapa bilər. Əbülxeyr xanın əmri ilə məşhur qəsid-i Bürdəni İmam Busirinin əsəri. İmam Busiri yazıbdır bu şeiri, Bürdəni. Ki, oxuduqda nağılın da yadıma gəlir ki, yuxuda görür
Həzrəti Məhəmmədə görə bir ilham olur, durur onu yazır və gedir, gözü də kordur zahirən. Bu şeiri səhər yuxudan durur, çıxanda eşiyə, hamı gəlirlər qabağına, o şeiri bizə oxu. Bir-iki nəfər deyir ki, o şeiri bizə oxu. Hangi şeiri? Mən çox şeir demişəm. Deyirlər Həzrəti Mustafaya görə, Peyğəmbərə görə oxuduğun şeiri oxu. Deyir ki, mən çox şeir demişəm Həzrəti Peyğəmbərə görə. Hangisini deyirsiniz? Deyirlər ki, bu şeiri. Deyir, mən bu şeiri tərcümə elədim, gecə demişəm, heç kəsə deməmişəm. Bunu gecə özüm yazmışam, bunu o bilməz, biri bilməz. Deyir ki, söz getdi şaha çaxdı, şah da çağırdı, kitabı aldılar, saxladılar. Sonra da dastan çıxır ki, hər kəs bu kitabı oxusa, üzünə vursa o gözü şəfa tapır, şair də gedir onun gözünə alır, vurur gözünə və şəfa tapır. Belə bir şey yazıldı. Amma Əbülxeyr xanın əmri ilə məşhur qəsidi Bürdəni İmam Busiri yazdığı əsəri ərəbcədən Cığatay türkçəsinə tərcümə edən şəxs dövrünün tanınmış alim və şair Kəmaləddin kimdir? Mütərcim kimdir? Bürdənin qəsidəsini tərcümə edən kimdir? Kəmaləddin ibn Məsud Hirəvi. Bəzi qaynaqlarda o Kəmal İsfahani ləqəbi ilə də tanınır. Buna da ad veriblər. Ehtimalən gəlib İsfahanda qalıbdı ona görə. Vəli Hirəvidir, yəni bu Hərat ehtimalən dövrəsində ola bilər. Bu tərcümə və əsər haqqında maraqlı nöqtələr bunlardır. Tarix. Bu tərcümə təxminən 850-860 illər arasında özü də bunu dedi. Biz də onu götürdük. Hicri illər arasında Əbülxeyr xanın hakimiyyətinin ən parlaq dövründə həyata keçirilmişdir. Səbəbi Əbülxeyr xan dindar və maarifpərvər bir hökmdar idi. O, İslam dünyasında böyük ehtiram görən bu qəsidənin öz sarayında və üzbək tayfaları arasında anlaşılmasını istəyirdi. Xüsusiyyəti Kəmaləddin Hirəvi bu əsəri sadəcə tərcümə etməmiş, onu Cığatay türkçəsinin şeiri formalarına uyğunlaşdıraraq ədəbi bir əsər kimi yenidən işləmişdir. Bu, Bürdənin türk dillərinə ki ilk önəmli tərcümələrindən biri sayılır. Mədihət mütərcim əsər müqəddəməsində Əbülxeyr xani Sultan-ı Arifin və Hami din kimi deyir. Bu da burada gördük. İndi buradan geçsək o müqəddəməni bir də tapa bilsək harada oxuduq. Müqəddəmədən də görüm özünün altına necə tapa bilsək. Bilkil kim? Ey bilik təninin cani və danış haninin cəhani kim bu qəsidəni itqan nizam uqud cəvahir məani müəyyən müzəyyən ərayisi əvahinin səmimi Məhəmməd Busir kim? Orada dedi də Busiri orada 3 nöqtə ilə s yazmışdı. Burada satla yazıbdı. Məhəmməd Busir kim? Həzrət-i Risalətinin məddahlığında ehsan-ı sani irür falic və mərəzi birlə quli ayağı tutmaz bulub heç Ənis-i sadiq və munis və cəlis-i muvafiq və gəlür yar həmnişin gəlü ya dənlü muvafiq dənlü yar həmnişin və qəmyusar və məhrəm-i əsrar tapmadi Mədinə tağlarının bir qarında tikyə qılıb urcanidin ümid kəsib əndişə qılmış kim cün sərmayi zindگانی və pirayi sihəti kamrani ilik din haqqin xəzani nəfis. İndi burada bu haqqı sözün bir ayrıca bir yazıbdır. Başda bunu çəqib ola bilər. Kamrani ilk din çıxıb düz gələr. Xəzani nəfs ənfas bəşəri münqəzi caq
buldu. Bari bu bir neçə kim nəfəs baqi qalıb dövri nəzm sifat Rəsul sallallahu aleyhi səlləmə iştiğal qılıb zəxiri əbədi və səadət sərmədi hasil qılsə lacərəm. Bu qəsidəni etib tamam qılğan gecə Həzrət Risalət sallallahu aleyhi və səlləm xitab qılıb. Tamam, bu tamam cəndə həman o nağılı devam edir və bu qədər məncə fikir edirəm ki, yetər. Kitabın sonundan görək ki, əcəba bu kitabdan bir sonunda bir tarix tapa bilər miyiz ya yox? Ona bir baxaq və qutaraq. Çünki telefonun da batrının qutarmaq anların göstərir. Kitabın sonunda deyir ki, dua ürünü damalzəm mültəzəm bulsun. Da bulsa dua ürünü cürmüda mültəzəm bulsun. Duagini qılmağa şeyxi şəbab və düşməninin didəsi təbəri خوابغه تیر خوابغه هدف حاسدینگ سینسی تیغی مسایبغه قراب یومی استفناخ ادکیم نسخه کشف الهدا istinsaxdır bu, istinfaq, istifnaq yazıbdır. Yom ya bum ola bilər. Yom istixdat ediyim nüsxeyi kəşfil huda xətmi buldu atinqa vallahu aləmü bissevab. Tamam buldu bu nüsxeyi şərif və risali lətif kim ani ürür kəşfil hudadır. Mədhi Həzreti Muhammed Mustafa sallallahu aleyhi və səlləm قطعی فی تاریخ کتابی الهی رحم کن بر صاحب شرح که دارد دولتی صبح آفتابی ندیده دیده بود در ملک معنی نه کس گفته چنان زیبا کتابی معاینهاش جن خورشید درخشان تکلمتاش cün dürri xusayi. İndi burada kitab həm su tökülübdür, həm də üstünə ayrı kağızat yapışdırıblar. Bəzi yerlərində mən də biraz da oxuya bilmirəm. Cin xurşid ya cenin xurşid halım nab dil did. Bu ehtimalen bu Farsçadır. Mən çalışıram Türkçe oxuyayım ona görə. Nekləmə əşcündür در خور شاهی چنین خورشید حالم ناب دل دید به وصلش کرده هر دم اضطرابی ندیده چاره غیر از وصالش نوشتم تر کرده خورد خوابی چو بهمن ماه بود و روز şənbə. Bəhmən mah و روز şənbə. Burasını bildik ki, qışın orta ayıdır və şənbə günüdür. Be etmami او کردم شتابی اگر پرسی ز تاریخ کتابت بجو تا یابی ار خورشید بابی. احتمالا به حق احمد محمود باری بده از نصر و خود ما را شرابی. بله bir şeydi. کتابی فرگی کن در گذشته به افوت کن خطاب müstetabi 1171'de deyir ki bu kitabı yazıbdı. İndi bunu ehtimalən bu ola bilməz. Çünki bu adam 834-cü ildə Qələnin şahidi olubdur və burada o Qələnin fəthinin şahidi olubdur Xarəzmin.
Tamam. Ola bilməz ki, bu 834-də diri ola, amma məsələn 1171-də yaza. Bu nüsxədir, qətlən nüsxədir, amma özdə farsça yazıbdı. Orası da bəlli edir ki, bu axirlərin yazan şeydir. Amma bunu biraz da dalıya gedə bilsək ki, mən qorxuram qutaraq qalaq. Telefon bataryası qutaraq qalaq. Bulğayımı kim? İndi buranın harı? Bu tilim lal tilak bir. Şimdi de biraz yedim dallılıq. Görüm ki, burada bir şey tapa bilirəm. Əlhram və zovq ziyarət Rəsul əleyhisselam birlə aşufdə və heyran irdim. Təqi və bəzi taifənin mani'i bulmaqi birlə aciz و sərgərdan irdim. Tilar mən kim bu padişahı İslamının icazəti və himməti birlə ol məvatini müəttər və əmakini mükərrəmə yetib dua qəbul bulur ürünlarda bu kərimi zatlıq görkülü atlıq gene də həmin o əvvəldəki gəlmə zatlıq görkülü atlıq məşhur yəni sözü uluğ ida sanga sidq و ixlas birlə oquş duasansız dua sansınır sena ova ada qılsam sansız sena ada qılsam mən duacinin muradin bir gil ey maliki riqab kimsəni qılğay edim öz fəzli birlə kamyab bu tilim lal tilak bir gücisin bulğay mukim bulsə bulğay mukim bulsə bu miskini tilaki həzrətində müstəcab təxti üzra bəxt birlə şahkubi gördüm vəli görmədi görünsün gibi bir xusru ali Cenab xalq ruh əfzanın zındın şimmeyi doğru mişkin cayn ehtimalen rəmi mülk ara benizdin ləm'i doğru aftab səhmi tirin bəngidin adular münhəzim olsa netan ki türfe irmaz gergacursə zilli şeytaniyi şəhabi. Tamam, beləsi devam edir. Dahi elə bu qədər bizə bugün yetişər. Umarım ki Allah bu kitabı tanımağımız üçün bir xeyri olsa, bir səvabi olsa, onu ölənlərimizi, özəlliklə mənim atamın ruhuna nisar eləsin. Allah ömür verirsə, imkan verirsə, səadət verirsə, gələn günlərdə başqa türklər yaratdığı dil uyğarlığı və yazı uyğarlıqları ki, özləri bir dünya uyğarlıqları içində alıblar, onların bir ayrısı ilə tanış olarıq. Hələlik sağ qalın, görüşmək üzrə.